Yenə sevgimiz yaşayacaq. Yenə də o iz, yenə o dəniz qayıdacaq. Yenə gəl mənim ömrümə, tənha ürəyimə, nal kimi sevgi yaşayaq. Mənə sevdiyini söylə, inad etmə belə, ümid dolu dünya yaradaq. Sən mənim üçün vüsal duyğusu, vida qorxusu, qəm yuxusu. Sən mənim üçün nəfil bir qonaq, gözlərimə bax. Yenə ikimiz, yenə sevgimiz yaşayacaq. Yenə də o iz, yenə o dəniz qayıdacaq. Yenə gəl mənim ömrümə, tənha ürəyimə, nal kimi sevgi yaşayaq. Mənə sevdiyini söylə, inad etmə belə, ümid dolu dünya yaradaq. Yenə gəl mənim ömrümə, tənha ürəyimə, nal kimi sevgi yaşayaq. Mənə sevdiyini söylə, inad etmə belə, ümid dolu dünya yaradaq. Yenə gəl mənim ömrümə, tənha ürəyimə, nal kimi sevgi yaşayaq. Mənə sevdiyini söylə, inad etmə belə, ümid dolu dünya yaradaq. Yenə gəl mənim ömrümə, tənha ürəyimə, nal kimi sevgi yaşayaq. Mənə sevdiyini söylə, inad etmə belə, ümid dolu dünya yaradaq. Təşəkkürümüzü bildiririk sənətçi dostumuz. İstər xarakterinə, istər səs. Hara getdin ay Leyla? Bir sabahın xeyir ay bacı. Gördün məni, hələ deyirsən zamanı deyil. Niyə? Elə sizlə başlamışıq da. Yox, istədim deyəm, dedim yox, aparıcının işinə mane olmayım. Yox, elə şey olar. Ötən nəfərlərin birində belə oldu, səhər proqramında. Dedilər ki, sən mənə imkan vermədin ki, mən səhərimi salamlayım tamaşaçıları. O yüzdən o biraz mənə dərs oldu, ona görə Dərs dedim, olmadı. Qoy aparıcımız özü salamlasın. Tamaşaçılarımızla hər gün salamlaşıram da, bugün sizlə salamlaşıram. Can, bir daha sabahınız xeyir olsun. Efir qarşısına əyləşən, bizi izləyən bütün tamaşaçıların sabahı xeyirli, günləri uğurlu açılsın inşallah ki. Sizi görmək mənə yenidən də çox xoşdur. Bu havanız çox gözəldir. Həmişə kimi çox gözəlsiniz siz də. sağ olun, Səhər də, axşam da, gün orta da. Təşəkkürlər. Nə vaxt görsə Leyla xanım hər zaman baxımlı, gözəl, səliqədə. Çox sağ olun, təşəkkür edirəm. Əslində elə bir şeylər də etmirəm bunun üçün. İnanın, danışacağıq. Danışarıq yaxşı bax. Təbiətin sizə verdiyi gözəlliyin üzərinə nə toxunuşlar olub, onu danışacağıq. Mütləq şəkildə, mütləq Kəşf şəkildə. edəcəyik. İnanıram ki, bugünkü günümüz gözəl keçəcək və bu pozitiv enerjimizi tamaşaçılara ötürə biləcəyik. Bir daha gününüz uğurlu olsun. İnşallah. Əyləşmənizi rica eləyəcəm. Leyla xanımın timsalında bütün qonaqlarımızın sayəsində bugün əhatəli bir çox mövzularla bağlı o gözəl enerjini ötürməyə çalışacağıq. Sizlərə dəyərli izləyəcəyimiz xoş sabahda xoş gördük hər birinizi. Hər zaman olduğu kimi saatlarımız 10:00 göstərirsə, bu o deməkdir ki, MT Azərbaycan televiziya kanalının ekranlarında mən Gülnar Səhliyarının təqdimatında xoş sabahı izləyirsiniz və qeyd eləmək istəyirəm ki, proqramımızın ayrılmaz bir hissəsi var ki, o da məhz elə ya mini mətbəx bölməsi ilə sizlərin qarşısında oluruq, ya da ki, mükəmməl əl işlərindən sizlərin zövqlərinizi feyziyab eləməyə çalışırıq. Bugün gözəllikdən, sağlamlıqdan, təbəssümdən,
bütünlükdə hər şeydən danışmağa çalışacağıq. Qonaqlarımızın sayəsində həm özümüz maariflənəcəyik, həm də sizlərin maarifləndirilməsində rol oynamağa çalışacağıq ki, mənim sosial şəbəkə izləyicilərim çox gözəl bilir ki, tez-tez mən bu obrazlarını tamamlayan aksesuarlarımla bağlı İlkin Zəhra səhifəsini tez-tez qeyd edirəm və həmin o İlkin Zəhra Azərbaycan brendinin təsisçi rəhbəri dəyərli bir hərflə, hərf fərqi ilə adaşım olan Gülnara xanımın yanına keçid eləmək istəyirəm. Gülnara xanım Ağaverdiyeva, xoş gəlmisiniz. Sabahınız xeyir, gününüz uğurlu olsun. Xoş gördük, sabahınız xeyirli olsun. Salamlayıram mən də hər kəsi. Yaxşı olasınız. Bugün düzdür, bu ideya Fidan xanımla gəldim. Amma Gülnara xanım, Zəhra xanım deyəcəm. Mən həmişə qızınızın adına Heç nə olmaz. Allah özü qorusun, bu övladlarınızı, gözəl günlərini görəsiniz. Deməli, ilk gördüyüm çəhrayı rəng bugün Fidan xanımda oldu. İndi təqdimat eləyəcəm, anonslarda artıq günlərdə görürsünüz. Sonra gördüm ki, Gülnara xanım da çəhrayı tonunda geyinib. Sonra gördüm Nurlan xanım da çəhrayı tonunda, gözəl tonlarında obrazdadır. Mən dedim, niyə də olmasın? Gəlin bugünü tamamlamaq üçün mən də o çəhrayı tonlarda o bahar tərəvətini sizlərə aşıladım. Xoş gəlmişsiniz təkrar, sabahınız xeyir, gününüz uğurlu olsun. Artıq uzun illərdir ki, istər onlayn fəaliyyətinizlə, istər elə tədris metodikanızla kifayət qədər çox saylı insanları tərəfindən tanınırsınız. Amma mən özüm 7 gün efirdəyəm, amma tanımayanlar ola bilər də, bu normal bir haldır. Mən istəyəcəm siz özünüzü, iş fəaliyyətinizi, belə deyim də, markanızı bir təqdim edəsiniz ilk öncə. İlkin Zəhra brendinin təsisçisiyəm. Artıq 10 ildir fəaliyyət göstərirəm. Demək olar ki, bütün növ aksesuarların hazırlanmasından peşəkarcasına öhdəsindən gəlirəm, belə deyim. Güzel. Özdəki bir neçə dəqiqəyə hətta deyərdim, saat deməzdim. Gülnara xanıma hansısa bir Pinterestdən bir video göndər, ya şəkil göndər, onu bir neçə dəqiqənin içində hazırlayıb ortaya qoyacaq. Nə kimi yeniliklər var? Mən bildiyim qədərlə artıq masterklasslarınızı daha da genişləndirmişsiniz. Bu sahəyə marağı olan insanlar üçün daha da geniş qapılar açmışsınız. Yeniliklərdən istəyəcəm məlumat verəsiniz. Bir də bizim fon musiqimiz yoxdur, Zeyfir xanım. Bizim dəyərli səs rejissorumuzdan istəyəcəm fon musiqisini biraz daha belə çox yayımlasın ki, biz də enerjimiz daha da gözəlləşsin. Mükəmməlsiz. Yeniliklərdən nələr var? Yeniliklər deməli artıq qarşıdan yay gəldiyi üçün daha rəngarəng rənglər dəbdədir. Məsələn, çəhrayı tonlar, cinslar bu il dəbdədir. Demək olar ki, bu yayın yəni trendi cins olacaq. Ona görə mən də çalışdım ki, bugünkü efirimiz üçün yeni bir əl işimi təqdim edeyim. Mən hələ baxa bilmirəm. Hələ bilmirəm ki, hansına baxam, hansına. Ümumiyyətlə sizin səhifədə həqiqətən elə olur və əl işlərinizdə üzünüzdə demək olmasın, adam bilmir ki, hansını belə daha çox o dirək qaralasın. Bilmir adam hansını qaralasın. Onu da O da vurğulayım ki, qəşəngdir, bu da qəşəngdir, bu birisi də qəşəngdir. Hə. onu da vurğulayım ki, yəni mənim əlimdə hazır aksesuarlar olmur. Hər zaman efirə dəvət alanda təxmini 2 gün ərzində bəli, hamısını hazırlayıram. Ay nə gözəl. İşiniz uğurlu olsun, işiniz avanda olsun. Bu jokerlər hal-hazırda dəbdədir. Bu mirvari jokerlər, mən də keçənlərdə istifadə eləmişdim bu obrazımı tamamlamaq üçün. Həqiqətən çox gözəldir. Ümumiyyətlə trendi izləyirsinizmi? Bu trendləri hardan izləyirsiniz və yaxud da müştərilərinizdən sizə sifarişlər gələndə olurmu ki, məsələn, qeyri-adi, çox qeyri-adi sifarişlər edirlər? Bəzən olur ki, yəni müştərilərin də sayəsində mən də yeni əl işləri hazırlayıram. Bəzən olur ki, izləyirəm, yəni sosial şəbəkəni izləyirəm və nəsə bir trend olursa çalışıram mən də onu hazırlayım. Masterklasslarınız onlayn şəkildə fəaliyyət göstərirsiniz yoxsa əyani? Onlayn şəkildə də olur, belə əyani də təşkil edirik və keçirik. Yalnız xanımlar olur da səhvlərinizdə? Bəli, bəli, xanımlardan ibarət. Uşaqlar, 10 yaş üzəri uşaqlar da bəli iştirak edirlər. Əziz və dəyərli xanımlar, bəzi insanlar düşünürlər ki, olur da indi hər kəs təhsil almaya bilir, məlum məsələ, müəyyən məhdudiyyətlərdən, həyatın müəyyən çətinliklərindən dolayı təhsil ala bilməyən və öz pulunu, öz maddiyyatını qazana bilməyən insanlar, xanımlar elə xüsus ola bilər ki, yaşınızdan asılı olmayaraq hər biriniz Gülnara xanım masterklasslarına yazıla bilərsiniz, onlayn şəkildə regionlarımızdan da qatıla bilərsiniz və yaxud da elə əyani şəkildə də bizim masterklasslarımızdan yararlana bilərsiniz və gözəlliklər yaradaraq, mən düşünürəm ki, fərqi yoxdur hansı sayədə olmaqdan asılı olmayaraq, hər zaman gözəllik yaratmaq lazımdır. Gözəllik yaradanda insanın ruhu biraz da gözəlləşir, biraz daha gözəlləşir. Bəs bu aksesuarlardan başqa hansısa bir xüsusi əl işiniz varmı? Bunlardan fərqli olaraq da belə deyim. Modelyer dizaynerliyə çox böyük həvəsim var və bu yaxınlarda artıq onu da bitirmişəm, dərzilik üzrə. Yəni gələn efirdə də paltar tikəcəyik. Əslində geyimlərin, məsələn, bəzən olur
ziyafətlər olur. Ziyafət geyimlərin üzərinə əl işləri hazırlayıram. Onu Görmüşəm. istəyirəm ki, gələcək zamanlarda artıq istəyirəm ki, sırf o geyimləri həm özüm tikim və özüm üzərinə işləyim. Nə gözəl. Maraqlı ideyadır əslində, çox maraqlı ideyadır. İnşallah ki, ən qısa zamanda o arzunuza da çatacaqsınız, əminəm. Sırf modelier, dizayner, yəni adını almaq üçün çalışıram üzərində. Niyə də olmasın? Günara Bəli, xanım, niyə də siz olmasın? haralardan haralara, hansı zirvələrə gəlmişsiniz? Həqiqətən də o deyir, sıfırdan sıfırdan nələrsə eləmək bu mənim gözümün qarşısında olub və uzun illərdir mən sizi tanıdığım üçün bilirəm ki, siz hər bir şeyi qızınızla, oğlunuzla, həyat yoldaşınızın dəstəyindən hər zaman o sıfırdan öz gücünüzlə ərsəyə gətirmisiniz. Ən yaxın zamanda bir atelier istəyirik sizdən. İnşallah. Ən yaxın zamanda bir butik istəyirik və bizim studiyamızın dəyərli xanımlarına özəl bizim buradan gözəl, mükəmməl və dəyəri olmayan, mən düşünürəm ki, gəlişlərinin dəyəri olmaq, göstərdim dəyərli redaktorumuz. Bayaq mən hər birini göstərdim. Təkrar göstərmək, bilmirəm hansı birinə əlimi uzadım. Çox gözəldir həqiqətən də. Bu arada bu çantalar da hal-hazırda dəbdədir. Bunlar mini aksesuar, çantalar. tipli çantalar gedir. Yəni hal-hazırda dəbdədir, aksesuar kimi onu istifadə etmək. Bəli, bunlar da bu rəngdə çox gözəl. Bilmirəm, hansı birinə əlimi uzadım, bilmirəm, hamısı çox gözəldir və hər biri də çox uyğun məbləğədir. Odur ki, dəyərli xanımlar, qızlarımız, hər biriniz bu özəl günlərinizdə Günara xanıma müraciət edə bilərsiniz. Günara xanım, gözəlliklə bəs aranız necədir o kosmetoloji procedurlarla bağlı? Demək olar ki, aram yoxdur. Heç ehtiyacınız da yoxdur. Yəni heç vaxt müraciət eləməmişəm hələ ki. Bəlkə də indi. Bəlkə də ehtiyac olar yaxın vaxtda, amma eləmək istəyirsiniz də, yəni ehtiyac olarsa. İndi ehtiyac yoxdur amma 40 yaşından sonra qismət olsa. 100 yaşın. Bəs əslində düz yanaşma da budur ki, yəni müəyyən yaş limitində bu sözü mən deyirəm, amma bilmirəm də, indi efir məni tələb edirdi, ona görə biraz erkən müdaxilələr oldu. Olsun, eybi yoxdur. Bəs dişlərinizin qeydinə necə qalırsınız? Qalıram, bəli. Gözəl təbəssümünüzdən bilinir ki, dişləriniz də qəşəng. Əminəm ki, sizin də bilmədiyiniz incə məqamlar var. Çünki hər zaman mən deyirəm, hər birimizin tibbi təhsili olmaya bilər, amma hər birimizin peşəkarlardan tövsiyə almağa ehtiyacımız var. Ona görə qulaqlarımızı dörd açaq, mikrofonu çox uzağa qoymayaq. Burada nə hazırlayacaq bu arada efir gedişatında? Maraqlı bir sırğa hazırlayacağam. Hazırladıqca baxarsınız. Sevə-sevə. Amma siz də sırğanı da burada hazırlayanda fikriniz bizdə olsun, mikrofonu çox uzağa qoymayın. Fikirlərinizi eşitmək istəyəcəm, sevə-sevə. Gözəl hədiyyələrimiz hazırlanacaq bizim dəyərli Gülara xanımla birlikdə. Dəyərli izləyəcəyimiz artıq günlər dramaslardan gördüyünüz üzərə peşəkar qonaqlarımızla birlikdə bugün əhatəli müzakirəmiz olacaq ki, qonaqlarımız gənclər şəhəri olan Sumqayıt şəhərində yerləşən və kifayət qədər çoxsaylı pasiyent bazası mövcud olan, istər uşaqlar, istər böyüklər, istər yaşlılar üçün xidmət göstərən, istərsə odontoloji, implantoloji və digər stomatoloji bütün növ A-dan Z-yə bütün stomatoloji xidmətlərlə sizlərin, bizlərin hər birinin könlündə fəth qurulmaq bacarmış İTİA Medical Club klinikasının baş həkimi, stomatoloq, ortodont Fida xanım Rəcəbova studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun və təbii gözəlləşmə eksperti Babyface metodikasının yaradıcısı estetik kosmetoloqumuz Nurlan xanım Miyabi studiyamızın özəl qonaqlarıdır. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Leyla Xamidrusovanın da heç bir sənətçi dostluğumuz, sevilən ifaçı və elə ad soyadı kifayət edir də mən düşünürəm ki, elə qonaqlarımızın hər biri həqiqətən də öz sayəsində öz möhrünü vurmuş qonaqlardır. İstəyəcəm bir səhər-səhər yemək yeməmisiniz xanımlar. Teşekkür ediyorum. Teşekkür ediyorum. Ben az önce gələndə qonaqlarımızı salamlamağı unutdum. Onların hər birini tanıyıram, hər biri ilə sıx ünsiyyətdə olmuşuq, hər birinə böyük hörmətim, rəğbətim var. Amma içəri girəndə mənim Gülnarəmi görəndə çox sevindim. Çünki Gülnarə bayaq söylədiyiniz kimi çox zəhmətkeş bir xanımdır. Həqiqətən də öz ayaqları üzərində durmağı bacaran və bu bütün nailiyyətlərin hər biri də illərə söykənir. Deyim ki, sizə onun ən ilk müştərilərindən elə mən özüm olmuşam. Bəli, həyat yoldaşı ilə birlikdə mən onu iki dəfə görmüşdüm. Hətta çatdırmalar da həyat yoldaşına birlikdə Bəli, həqiqətən elə. Bu bilirsiniz nə boyda stimuldur bir xanım üçün. Yəni onun arxa dayağı öz həyat yoldaşının olması. Allah ömür versin. Gözünüzün nuru heç zaman tükənməsin deyirəm. Bu çox çətin işdir. Bir zamanlar bir balaca aylarımı sərf etmişdim bu işə. Sonra gördüm ki, həqiqətən də gözümün nuru gedir. Çünki körpəydi uşaqlar, onları yatdırdıqdan sonra gördüm ki, yatmağa zamanım qalmırdı. Elə alüdəçisi olmuşdum bu işin. Hobbi məqsədlə? Hobbi məqsədi ilə, bəli. Mən var ümumiyyətlə xüsusi istedadınız yaradıcılıqda, yəni bu əl işləri? Balaca var, müəyyən geyimlərimdə də var o əl işlərim.
hətta. Amma Gülnarə xanıma təbii ki, o peşəkardır. Mən ona çata bilmərəm və təşəkkürümü bildirəm ona. İlk əl işlərindən mən bəhrələnmişdim elə. Bir daha söyləyirəm, gözünüzün nuru heç zaman tükənməsin və qonaqlarımız da nə xoş ki, onlarla birlikdəyik bugün. Bir haşiyən də çıxım. Çox səmimi veriliş olduğu üçün bunu ürəkli deyə bilirəm ki, Fidan xanımla mənim həyat yoldaşım sinif yoldaşı olublar. Və beləcə biz bir-birimizi tanıyırıq. Onu öyrəndim mən də. Bəli, görürsünüz nə gözəldir. Dünya doğrudan da dünya böyük görünə bilir. Sahib qardaşımızla da Bəli, səhvlənməlisin. bəli. Amma Allah Taala rastlaşdırırsa, dünya balaca olur bizim üçün sanki. Keçən efirimizdə kəşf elədik ki, Sahib bəylə mənim həyat yoldaşım Azay bəy dostuymuşlar. İndi bu efirdə kəşf elədik ki, Fidan xanımla Sahib bəy sinif yoldaşı olublar. Həqiqətən də Azərbaycan çox balacadır. Səmimiyyətdən söz düşmüşkən Leyla xanım mən ilk tanıdığım günü demək istəyirəm. Leyla xanımla tanışdıqlarımız çoxdur, amma mən sizə deyim, bəlkə bir 20-25 il bundan öncə Leyla xanım düzdür efirlərə çox getmir, amma uşaqlıqdan çox istedadlı idi və icra hakimiyyəti, Sumqayıt icra hakimiyyəti Nasbəri xanım Dostəliyevanın Sumqayıt Kimyaçılar Sarayında bir konsertini təşkil eləmişdi və təşkilatçılar valideynim olduğu üçün mən də o konsertdə idim və Nasbəri xanım ifa eləyir, bir gənc, onda yenə gözəl, bəli, topuş bir xanım. 9 yaşım, 9. Bəli, çox balaca və orada axranalar falan var idi. Çünki Sumqayıtda xüsusilə sevilirdi Nasbəri xanım. Belə yardı, rəsmən yardı, keçdi və Nasbəri xanımı nə olar Allahım ayırma bizim mahnısını o qədər gözəl ifa elədi ki, Nasbəri xanım özü belə alqışladı. Dedi ki, çox gözəl, yəni sən və o vaxtdan mən Leyla orada soruşduq, yadımdadır. Rəhmətli Papa da soruşdu, kimdir? Dedilər, ölən Ərzə Rəhmət dedi, soruşduq biz. Leyla İdrisova, sonra məlum oldu ki, Papamın qrup yoldaşının qardaşı qızıdır falan. Oradan biz bildik ki, Leyla xanım İdrisova, yəni çox 20-25 il. Gələcəyin bir istedadı yetişirmiş. Təbii ki, o istedadı isbat ola bilməzdir. O rəqəmi mən heç zaman yaşımdan utanmamışam, çəkinməmişəm və əksinə hər yaşımı daha dolğun yaşayıb sevirəm də. Tamına 30 il öncənin hadisəsini, tarixçəsini danışdı Fidan xanım. Mən təşəkkür edirəm. Bir balaca hətta deyərdim, qəhər də boğdu məni. Çünki olduğu kimi danışdı. Elə də qalmışsınız. Mən yəni o zaman, yəni Leyla İdrisova uşaq yaddaşı çox, yaddaşı təmiz olur da. O vaxtdan, yəni Leyla xanım mənim xatırım. Yəni sahibin həyat yoldaşıdır. Çox sağ olsun, buradan salamlayıram sahibi də. O sizi uzaq Almaniyadan izləyir hal-hazırda. Təşəkkür eləyirəm, amma Leyla xanımı, yəni mən şəxsən özünə görə çox kiçik yaşlarından o istedadı ilə tanımışam. Gözəl, gözəl, gözəl xatirələr doldu. Qayıtdıq aralara. Çox şadıq. Həqiqətən də çox xoşdur ki, o istedad heç də itib batmadı. Daha da zirvələrə ucalasınız. Hər zaman səhnələrdə görək sizi. Çünki siz o ən gözəl səhnələrə layiqsiniz Leyla xanım. Çox sağ olun. Sizi ümumiyyətlə kollektiv olaraq hər birimiz sevirik, ailə olaraq hər birimiz sevirik. İnşallah ki, irəliləyən dəqiqələrdə bu günə qədər xoş sözlər səhər tezdən. İnşallah irəliləyən dəqiqələrdə Leyla xanımı o bizlə bölüşmək istədiyi sirli məqamları da agah eləməyə çalışacağıq ki, bu gözəlliyin sirri nədir? Gözəllik deyilən zaman ağlımıza Nurlan xanım, ya siz gəlirsiniz. İstəyəcəm, bax, əl işindən gəlirəm. Bəs sizin o yaratdığınız xariqələrdən başqa, xüsusi olaraq əl işlərinə marağınız və yaxud da özünüzü o sahədə kəşf eləmişsinizmi? Hobbiniz varmı əl işləri sahəsində? Əl işləri sahəsində əslində çox sevirəm onları əldə etmək. Yəni əslində vaxtım olmur, çünki mənim də özümə məxsus olan bir əl işim var. Yəni gözəlliklər yaradır. Xanımlar bilir, mən kremlar hazırlayıram, öz əllərimlə onları hazırlayıram. Tərkibləri bir-birinə uyğun edərək, gözəl kremdə bir vəhdət yaradaraq möhtəşəm dəriyə təsir etmək qabiliyyətinə bir tərkib yaradıram ki, xanımları günbəgün gözəlləşdirir. Yəni əl işim bundan ibarətdir. Amma belə gözəllikləri əlbəttə sərgilərdə görəndə ya bir başqa bir yerdə görəndə zövqümə oxşayırsa sevə-sevə əldə edirəm. Eynən, mən də ümumiyyətlə əl işlərinə xüsusi olaraq marağım var və düşünürəm ki, əl işlərinə marağın olması çox gözəl bir məqamdır. Əl işlərindən danışırıqsa əgər, Fidan xanımın əl işlərini biraz sonra görəcəyik monitorlarımızda, amma mən onu çox gözəl tanıdığım üçün, o dilləri evimin içi olduğu üçün və uzun illərdir artıq peşəkarlığına bələd olduğu üçün bilirəm ki, yəni necə əyri dişləri bu xanım heç bir neçə ayın içində muncuq kimi düzür.
dişlər muncuq kimi düzülür. Həqiqətən çox mükəmməl əl işləriniz var və mənə çox maraqlıdır. Bax, o işlərinizdən əlavə əl işlərinə, muncuqlara, toxumağa, xüsusi olaraq bir əl işiniz varmı, hobbiniz Fidan xanım? Siz məni çox gözəl tanıyırsınız və bilirsiniz ki, boş zaman tapanda yalnız o pasientlərə tətbiq elədiyimin nəzəri biliklərini qazanmağa sərf eləyirəm. Daha çox internet üzərindən araşdırmalar aparırıq, onlayn webinarlara və yaxud da canlı seminarlara qoşuluram. Yalan danışmağı heç sevmirəm. Ona görə mənim elə böyük bir hobbim yoxdur. İşimdən əlavə bir hobbim yoxdur. Mən düşünürəm ki, elə sizin hobbiniz öz içində sevginizdir. Bəli. Elə ən gözəl hobbi elə gözəlliklər yaratmaqdır həqiqətən də. Çünki çox ümumiyyətcə həkimlik peşəsi olduqca Çox müqəddəs, məsuliyyətlidir, bəli, əlbəttə. Yəni bir peşədir. Onlara da eyni zamanda doğmaca bacım stomatoloq olduğu üçün mən bilirəm ki, onların işi o qədər məsuliyyətli və çətinlik ki, onların da göz nuru gedir. Bəzən hətta görmüşəm stomatoloqlarda ki, işini bitirəndə alınlarının tərləməsi belə o qədər bəlkə də məsuliyyətdən, bəlkə də çətin işdən irəli gəlir ki, Fidan xanım daha öz ətraflı danışar. Sizə də heç zaman gücünüzün tükənməməsini diləyirəm. Təşəkkür edirəm. Nə gözəl. Efirimiz əslində çox gözəl başladı. Çox gözəl axarlı formada davam eləyir. Amma hal-hazırda proqramımızın bu gedişatında çayınızı, qəhvənizi təzələməyiniz üçün qısa bir fasiləmizə keçid alacağıq. Elə sağlamlıqdan, gözəllikdən danışdıqsa əgər, sağlamlıq, təmizlikdən, təmizlik isə evlərimizdən başlayır, dəyərli izləyəcəz. Proqramımızın baş sponsoru Ritello ev təmizliyi robotları haqqında sizlərə məlumat vermək istəyirəm ki, Alman mühəndisliyi dəqiq dizayn edilmiş və beynəlxalq sertifikatlı tibbi məhsul statusu daşıyan, evinizin nəfəs almasını təmin edən inqilabi robot sistemidir Ritello məhsulları, güclü sorma texnologiyaları və eyni zamanda yeni nəsil su filtrasiya sistemi sayəsində ən dərində olan kirləri, tozları, allergenləri, hətta ev heyvanlarınızın tüklərini belə o ən dərin qatlardan soraraq tükləri də, tozları da artıq suya həbs eləyəcək və qeyd eləmək istəyirəm ki, Ritello məhsullarını kəşf etdiyiniz təqdirdə artıq siz o göydə uçan tozcuqları görməyəcəksiniz və qeyd edim ki, mütləq şəkildə allergiyası, astması, ürək problemləri olan insanlar üçün, allergiya problemi olan insanlar üçün bir mənalı əvəzsiz bir məhsuldur ki, bizim satış şöbələrimiz tək paytaxtda deyil, eyni zamanda ölkə üzrə bütün bölgələrimizdə mövcuddur. Bir zəng vasitəsilə, sadəcə bir zənglə peşəkar komandamız evinizə təşrif buyuraraq təmənnasız şəkildə, ödənişsiz şəkildə Ritello robotunu sizlərə canlı nümayiş etdirəcəklər və əmin olun ki, məhsulları canlı olaraq nümayiş etdikləri təqdirdə, tanış olduğunuz təqdirdə bu məhsulları ən qısa zamanda almış olacaqsınız, almaq istəyəcəksiniz. Çünki şəxsən mən özüm də evimizi təmiz hesab edirdim. Ta ki, Ritello məhsullarından tanış olana qədər 055 299 8000 bizim əlaqə nömrəmizdir. Bənzəri olmayan ev təmizliyi robotu Ritello ilə siz bu zəng nömrələri vasitəsilə tanış ola bilərsiniz və siz də elə sağlamlığınızı təmizlikdən başlaya bilərsiniz. Fasiləmizdə tanıtım çarxını izləyəcək, qayıtdan sonra qaldığımız yerdən davam edəcək. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edir, dəyərli izləyicilər. Qeyd eləmək istəyirəm ki, artıq izləyicilərimizin suallarını bizim redaktorumuz qeyd elədi özü üçün. Mənə də informasiya, məlumatlar verəcək. Sizin də suallarınızı ünvanlayacağım, amma öz suallarımız da var, dəyərli izləyicilərimiz. Elə bayaq biz sağlamlıqdan, gözəl təbəssümdən, dişlərimizdən və eyni zamanda simamızın gözəlliyindən danışdıq ki, bu gözəlliyin enerjiyə və bizim hətta iş həyatımıza, uğurlarımıza belə təsiri var. Və bir reallıq var ki, belə bir statistika var. Fidan xanım, istəyəcəm bunu siz ya təsdiqləyəsiniz, ya təqzib eləyəsiniz ki, araşdırmalar göstərir ki, gözəl və düzgün dişləri olan insanlar həyatlarında daha uğurlu bir karyeraya sahib olurlar. Bunu şəxsi təcrübənizi təsdiqləyə bilərsinizmi? Mütləq ki, 100% düzdür. Çünki sağlam və gözəl təbəssümü olan insanlar özgüvənləri daha yüksək olur və onlar istədikləri işdə daha uğurlu olurlar. Çünki hər işin başında özgüvənimiz dayanır və nə qədər özgüvənli oluruqsa, o qədər daha da uğurlu olacağıq. Və məncə çox mükəmməldir. Hər kəsə də buradan çox gözəl, sağlam və gözəl təbəssüm arzulayıram. Bunu əldə eləmək isə hər kəsin öz əlindədir. Bunun başlanğıcı evimizdə uşaqlarımıza hər gün rutin halına gətirmək, ağız boşluğunun gigiyenasıdır. Qidalanmamıza fikir vermək və dişlərimizin qeydinə qalmaqdır. Bunun çox sadə həlli var əslində. Profilaktik olaraq dişimizin ağrımağını gözləmək deyil, 6 aydan bir professional müayinədən keçmək lazımdır. Bəzən pasientlər müraciət edirlər və deyirlər ki, mən dişlərimi yuyuram, fırçalayıram, nəyə görə bu var? Mən onu demək istəyirəm ki, pasientlərimizə
fırçanın keçə bilmədiyi dişlərimizin bölgələri var ki, siz hər gün, gündə 2 dəfə fırçalasanız da, gigiyenik vasitələrdən istifadə etsəniz belə, 6 aydan bir stomatoloji baxışdan keçməlisiniz ki, orada yaranan hər hansı ərklərdir, daşlardır, onlar aradan qaldırılsın ki, orada da başqa belə deyim, sərt və yaxud da yumşaq toxumaların bir problemi yaranmasın. Bax, deyirsiz, həyatda hər şey sadədən mürəkkəbə doğru gedir də. Yəni, gələcədə biz daha uğurlu karyera sahibi olmağımız üçün, daha özgüvənli olmağımız üçün, dişlərimizin daha da gözəl olması üçün uşaq vaxtından primitiv kimi bildiyimiz dişlərimizin düzgün gigiyenasını fırçalamaqımızdan başlamalıyıq. Bəzi valideynlər var ki, uşaqları dişləri fırçalamaq istəmirlər və sevdirə bilmirlər də uşaqlara diş fırçalamağı. Bunun xüsusi bir metodikası varmı ki, uşaqlara dişlərini fırçalamağı necə sevdirə bilərlər məsələn? Çünki gec başlayırlar. Bunu sevdirmək üçün gec başlayırlar. Hətta belə valideynlər mənə müraciət eləyir ki, eşidəndə çox şoka düşürəm. Gəlirlər, uşağım var 6 yaşı, bütün dişləri ağız boşluğunda çürükdür və deyirəm ki, burada gigiyenası zəifdir. Deyir, gözləyirəm daimi dişləri çıxsın. Bunlar onsuz da töküləcək də. Axı bu belə deyil. Onlar daimi dişin mayasını da zədələyirlər. İlk mən hər zaman deyirəm, uşaqları anadan olan gündən etibarən, hətta damaq plastilinləri biz onlara deyirik, dişləri yoxdur, ana südü ilə qidalanırlar, amma süddə də süd turşuları var, bu uşağın da bağırsağını poza bilir. Silikon ələ keçən belə xüsusi fırçalar var. Onu ana əlinə keçirdir və çox yavaş-yavaş o plastilinləri təmizləyir ki, orada süd qalıqları qalmasın. İlk fırça ilə tanışdığımız 6 ayında normalda uşağın ilk 2 dişi çıxır. Təbii ki, pasta ilə yox. Pasta 2 yaşından sonra başlayacaq. Diş macunlarını hələ istifadə eləməyə tələsməməlidir. Amma 2 yaşına qədər bu fırçalamanı öyrətmək artıq gecdir. O zaman başlamalıyıq. Xüsusi silikon diş fırçaları ilə uşaqlar dişlərini fırçalamağa su ilə, ilıq su ilə başlamalıdırlar. Artıq bunu rutin halına, bunlar gözlərini açandan bunu belə görsələr, onlara xüsusi belə demək lazım olmayacaq. Və özümüz də dişimizi fırçalamağa hər səhər övladlarımızla birgə getsək, onlar görəcəklər ki, bu günlük bir rutinimizdir və buna da əməl edəcəklər. Həqiqətən də özgüvənə təsir edən bir çox faktorlar var və bizim istər uğurlu həyatımızda, uğurlu şəxsi həyatımızda, uğurlu karyeramızda bizim xarici görünüşümüz çox vacibdir. Bəzən deyirlər ki, insanları xarici görünüşünə görə müzakirə, mühakimə eləmək düzgün deyil. Təbii ki, biz hər kəsin yanaşmasına hörmət edirik, amma bu mənim subyektiv yanaşma tərzimdir ki, bir xanım, elə bir bəyin özü, bir insan ümumiləşdirsək, dişlərlə qulluq eləyə bilmirsə, o özünə hörmət eləməyi bacarmır. Yəni, dişləri gözəl olmalıdır və istənilən halda xanım baxımlı olmalıdır. Mən niyəsə xanımları istənilən pozisiyada, yəni istər müəllim olsun, istər evdar xanım, istər vəkil olsun, istər elə səhnə xanımları olsun. Çünki bəzən illər öncəsində yalnız səhnə xanımları, müğənnilərimiz, aparıcılar, yəni səhnədə gördüyümüz, mavi ekranlarda gördüyümüz insanları ancaq, yəni göz önündə olan xanımları ancaq estetik, gözəl görməyə öyrəşmişdiksə, indi çox gözəl bir haldır əslində Nurlan xanım. Bir tərəfdən gözəl bir məqamdır ki, hal-hazırda bütün sahə mütəxəssisləri xanımlar gözəlliyə can atırlar. Bu xüsusda istəyəcəm sizin uzun illərə dayanan təcrübənizə əsaslanaraq cavablandırasınız. Şəxsi təcrübəniz bizə çox maraqlıdır ki, sizə görə müasir Azərbaycan qadınlarının estetikaya, dərlərinin gözəlliyinə, qeydinə qalmaqlarını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, belə götürsək, bizim qadınlar çox gözəldir. Yəni, ümumiyyətlə, Qafqaz qadınları gözəldir. Sadəcə olaraq son bir neçə ildə, mən belə deyim də, bir son 10 ildə daha çox dəb halını alıb estetik müdaxilələr. Ancaq mən düşünürəm ki, bu estetik müdaxilələr qədərində olmalıdır. Əlbəttə, mən demirəm bunlar olmamalıdır, amma çox xırda toxunuşlarla və təbii itməməklə, üzdə olan zərafət itməməklə olmalıdır. Yəni, mən düşünürəm, əgər bir xanımın, məsələn deyirəm, dodaqda bir problemi varsa, yəni dodaqları çox nazikdirsə, ya çox üzü arıqdırsa, buna bir qədərində toxunuşlar ola bilər. Ancaq təəssüf ki, son illərdə hər şeyin daha çox qabardılmasını dəb halına salmaq istəsələr də, son 2 ildə tendensiyalar dəyişib. Gözəllik tendensiyalar dəyişib. Ümumiyyətlə, baxın, gəlin düşünək, əlbəttə, gözəllik bir prizması, hər kəsin bir baxış bucağı var, gözəllik baxış bucağı var. Amma gözəllik atributları desək, nədir bu? Gözəllik atributları. Xanımlardan, məsələn, bir sorğu keçirsək ki, gözəllik atributlarını nəyə daxil eləyə bilərsiniz?
Şəxsən mənim öz fikrimdə bu gözəl qamətdir. Bu incə beldir. Bu uzun dalğalı saçlardır. Yenə deyirəm, bu mənim baxış bucağımdır. Bu təbii ki, gözəl gür qaşlardır. Bu iri gözlərdir və s. və ilax. Ancaq təəssüf ki, görürsən ki, Qəbula xanım gəlir, çox kiloludur və deyir ki, Nurlanə xanım, başqa şeyə baxmır, bu xağım getsin, bu xağım getsin. Yəni, bu komple yanaşmalıdır. Birinci bu xağ getmək üçün, əzizim, sən biraz çəkivə atmalısan, düzdürmü? Yəni, çəki atmalısan ki, metabolizmin sürətlənsin, detoksikasiya olsun, üzdə limfadrenaj olsun əzələlərdə. Ondan sonra artıq bu xağ müdaxilələrinə biz start verə bilərik. Amma nəzərə alsaq ki, bir baby face 10 ildir. Xanımları təbii yolla gözəlləşdirir. İynəsiz, dolğusuz, siz bilirsiniz. Kobud müdaxiləsiz gözəlləşdirir. Mən düşünürəm ki, necə diş estetikası və tam razıyam, insanın, xanımın üzünü gözəlləşdirirsə və əminlik qaytarırsa, üz dərisinin gözəlliyi həqiqətən çox önəmlidir. Əlbəttə. Çünki baxın, üz dərisi gözəl olanda, qusursuz olanda, məsamə olmadan, ləkə olmadan, qırış olmadan olanda adi bir belə xanımlar futbolka da giyinsə, o şarmlı görsənir. Və görün nə qədər vaxtımıza qənaət edir. Biz çıxırıq gündəlik iş həyatımıza, istəyir iş xanımı ya bir evdar xanım. Mənim müştərilərim var ki, deyir Nurlan xanım, çörəyə də düşəndə kompleksim var, makyaj eləyirəm, çörəyə düşməyə alıram. Yəni, gözəl dəri bunu da qənaət eləyir ki, və biz o dərini xanımlara bəxş eləyirik. Ümumiyyətlə, baby face metodikası bu illərdə 10 minlərlə xanımın öz güvənini qaytarır. Əslində, baby face metodikası hər kəsə maraqlı bir metodikadır və burada bir çox sirli məqamlar var da, iynəsiz, prosedursuz, yəni hansı ki, bu inyeksiyon prosedurlar olmadan necə olur ki, o prosedurlar istəyəcəm əhatəli danışasınız ki, yəni insanlar gəlir və artıq sizin qəbullarınızdan 10-15 yaş daha gəncləşərək çıxırlar. Bu haqda əhatəli istəyəcəm danışasınız, amma son dövrlərdə, illər öncəsində bayaq çox gözəl bir məqama toxundunuz, o haqda istəyəcəm danışaq, hansı ki, illər öncəsində daha nazik qaşlar, daha iri dodaqlar, daha iri yanaqlar dəbdəylisə, yəni hər şeyin aşırısı dəbdəylisə, indi hal-hazırda çox gözəl bir məqamdır ki, minimalizm çox dəbdədir və təbii gözəllik tendensiyası yayılıb bütün dünyada, o cümlədən Azərbaycanımızda. Bu xüsusda sizin üçün təbii gözəllik anlayışı sizcə hansı kriteriyalardır, bayaq sadaladıqlarınızdan əlavə olaraq? Siz düz vurguladınız. Son bu 2 ildə təbii gözəllik çox dəbə gəldi. Xüsusən 2025-ci ildə. Bu təbii gözəlliyin göstəriciləri təbii ki, illər öncə əgər dolğularla, fillerlardan üzləri daha böyüdürdülərsə, yanaqlar daha qabarıq olurdusa, indi nə ilə üzləşirik? Fillerləri daha çox xaric eləyirlər. Yaqın ki, məndən razılaşarsınız. Çünki mənim qəbulumda da olan xanımlar artıq dodaqlarında əgər gel varsa, onu xaric etmək istəyirlər. Dəfələrlə rastlaşırıq ki, yanaqlarında fillerləri çıxartmaq istəyirlər. Bu nədən irəli gəlir? Mən həmişə demişəm, bu dəb çıxmadan öncə də vurgulamışam ki, kök üzlər, yəni fillerdən həddindən artıq çox dolğu olunan üzlər yaşlı görünür. Gülnar xanım, nəyə görə? Yadınızda saxlayın, əziz xanımlar, yığcam balaca üz həmişə cavan üzdür. Şişilmiş üz, o həmişə minimum 5 yaş sizi yaşlı göstərəcək. Bunu mən öz təcrübəmdən bilirəm. Və eyni zamanda baby face metodikasına gələndə, baby face metodikası bəli, iynəsiz, dolğusuz, kəsiksiz, kobud müdaxiləsiz, hətta aparatsız həyata keçirilir. Ancaq nə ilə həyata keçirilir? Aşağı molekullu peptidlərlə. Aşağı molekullu giluron turşusundan. Bu gördüyümüz görüntülər də baby face metodikasına məxsus görüntülərdir. Hamısı baby face metodikaya məxsusdur. Burada biz ləkə açmışıq, milazma, xlazma ləkəsi, hansını ki, bir çoxları deyir ki, real deyil onun getməyi, xlazma ləkələri. Ancaq mən buradan bəyan edirəm. Xanımın üz rəngi tamamilə 3 ton, 4 ton hətta deyərdim açılır. Bəli, bu cəmi 2 seansın nəticəsidir. Yəni ləkələr ki, hətta belə deyim, lazer aparatlar, şlifovkalar, fraksional lazerlər apara bilmir. Bizim metodika, bizim preparatlar
Bu arada Babyface'in bir lineykası İtaliyada istehsal olundu. Brand Babyface monomolekulalar. Və mən buradan bəyan eləyirəm xanımlara da bilsinlər. Xanımlarımız çox savadlıdır, çox araşdırırlar. Monomolekula nədir? Onu bir Google-da yazsınlar. Və İtaliyada istehsal olundu birinci brendimiz. İnşallah sentyabrda da davamı gələcək. İnşallah, inşallah. Əslində təbii gözəllikdən danışırıqsa, Fidan xanım, sizin də təbii gözəllik anlayışınız mənə çox maraqlıdır. Yəni sizə görə məsələn bayaq Dəlin Nurlana xanım öz gözəllik kriteriyalarını saydı və ağlıma gözəl bir uca boylu, incə qamətli bir xanım təsəvvür elədim. Hamımız da o xanımlığa doğru can atmağa çalışırıq. Sizin bəs təbii gözəllik anlayışınız nədir? Stomatoloji sahədəkilərdən əlavə özünüzün bir təbii gözəlliyi gəlir ki, hər bir xanım, ümumiyyətlə insanın dərisi gözəldirsə, o artıq 10-0 irəlidədir. Dəri çox vacibdir. Dəriyə baxanda artıq hiss eləyirsən ki, bu insan ağzını açanda da nə bizi qarşılayacaq. Üz dərisi təmizdirsə, üz dərisi belə deyim, baxımlıdırsa, təbii ki, Allah vergisi də burada çox vacibdir, genetik faktorlar. Amma mən düşünürəm ki, gözəl dəri böyük bir xoşbəxtlikdir. Gözəl dişlər də həmçinin gözəlliyimizdə çox vacib rol oynayır. Nə qədər gözəl dişlər, o qədər xanım öz sahəsi üzrə dedi ki, enli üzlər daha yaş verir. Eyni zamanda dişlərimiz də bizi çox yaşlı da yaşımızdan böyük də göstərə bilər, itirilmiş dişlərimiz falan. Və itirilməyən dişlərimiz, gözəl dişlərimiz, kifayət qədər yuxarı çənəmizin dişləri nə qədər çox görünürsə, biz o qədər gənc görsənirik və hər kəsə arzu eləyirəm ki, o dişlərinin təbəssümünü daima gözəl saxlasın ki, hər zaman gözəl və gənc qalsınlar. Yəni Allah-Taala'nın bizə verdiyi bu pulsuz dişləri elə nə xoş olar ki, vaxtında düzgün şəkildə qulluq eləyək. Problemlər olduğu təqdirdə belə, hansı ki, hər birimizdə problemlər var, ilkin mərhələdə müraciət eləyək. Çünki nə qədər bunu yubatsaq, gecikdirsək, artıq implantlara daha böyük, daha həm mənəvi, daha çox əziyyət çəkəcək. Maddi tərəfini qoyuruq, onu zaten işləyib, onu bir şəkildə ödəyirik. Mənəvi cəhətdən dişsiz qalırıq, o prosedurlar zaman indi çox dəyərlidir. Zamanımızı itiririk, gedirik. Halbuki bir günə bu başa gələcək. Amma gedib gəlmək bu dəqiqə zaman çox dəyərlidir, xüsusilə çalışan insanlar üçün və bir seansa deyək ki, başa gələcək bir işi uzadıb, nəticə etibarilə 10-15 seansa əmələ gələ biləcək bir prosedura çevrilir. Bəzən estetik dişlər deyiləndə ancaq gözəl görünüş hər kəsin, çoxunun ağlına gözəl görünüş gəlir, amma estetik dişlər yalnız gözəl görünüşdən ibarət deyil də, bunun arxasında bir də sağlamlıq dayanır, tibbi nöqteyi nəzərdən də, orqanizmin sağlamlığı da sizin iştirak elədiyiniz digər efirlərimizdə də, eləcə də bu efirdə cismən olmadığınız digər belə deyim də, yəni başqa sahə mütəxəssislərlə müzakirə edilmiş proqramlarda belə biz hər zaman bunu qeyd edirik ki, tibbdə də bu təsdiqini tapmış mövzudur. Sağlamlığımız ağız boşluğumuzdan başlayır. Mütləq ki, dişlərimiz sağlam olmasa, orqanizmimizdə mütləq ki, bir problem yaranacaq. Bu xüsusda estetik dişlərin sağlamlıqla əlaqəsi haqqında istəyəcəm əhatəli vurğulayasınız. Estetika təbii ki, bizi görüntü olaraq deyir, amma burada fiziologiya da var, dişlərin funksiyasını bilmək lazımdır və Allah bizə heç nəyi elə belə verməyib. Hər bir dişin öz funksiyası var. Düşünmək lazım deyil ki, biz hansısa bir dişimizi itiririksə, o artıq digər dişlərimiz onu kompensasiya eləyər, dişimiz çoxdur və s. Hətta mən bir faktı qeyd edeyim ki, Almaniyada 7 dişi olmayan insan, harada ki bizdə çox rahatçılıqla əşi dişimi çəkdirim, bu problemim həll olunsun, belə deyim, atalar sözləri var, misal çəkirlər ki, dişin ağrıyır, çək qutar, qonşun pisdir, köç qutar. Amma bu heç də belə deyil. Almaniyada 7 dişi itirilmiş insan artıq 3-cü qrup əlil sayılır. O artıq 1/3-ni itirib diş sayının, yəni belə sayılır. Ona görə dişlərimiz bu qədər önəmlidir. Avropaya biz çox meyilliyik. Əgər bu qədər meyilliyiksə, demək ki, bu mövzuda da meyilli olardı. Kaş ki, belə olardı. Sağlamlığımıza da onlar qədər diqqət eləmiş olardı. Yəni, tək diş çürüklərindən hələ itirilməsinə qədər deyim, diş çürüklərindən, ağız təbii ki, həzm sistemimizin başlanğıcıdır və qəbul elədiyimiz qidalar bizim digər
orqanlarımızın fəaliyyətini üçün Bir mənbələrdir. bəli. Çünki maddələr Bəli. parçalanır və oradan biz onlardan istifadə eləyirik. Amma ağız boşluğunda biz çürük varsa, dediyim kimi streptokoklar inkişaf eləyir, müəyyən bakteriyalar inkişaf eləyir. Onlar bizdə boğaz, angina problemləri yaradır uşaqlarımızda. Tez-tez bu problemlərlə rastlaşırıq. Eyni zamanda deməli psixoloji bizim durumumuz düzgün olmur və başqa bir, hətta revmatizmanın törədiciləri yatır diş çürüklərində, revmakardit, revmatoid artritlərin başlanğıcları məhz diş çürüklərindən, sadə görsənən diş çürüklərindən öz başlanğıcını götürür. Eynən. Əslində dişlərin əyriliyi haqqında da istəyəcəm daha əhatəli danışaq, amma Leyla xanım bayaq qeyd elədi ki, hətta doğma bacısı belə, elə mənəvi bacısı da, doğma bacısı da stomatoloqdur. Mən düşünürəm ki, siz bu mövzularda bir sıxıntı keçirməzsiniz. Xeyr, əsla. Yəni müəyyən reklam ərəfəsində müəyyən terminlər işlədirdik. Deyirəm, bütün bunlar mənə çox doğmadır. Bir halda ki, rəhmətlik anamdan başlayaraq belə, bibilərim, xalalarım, bacım, hamı bizdə həkim nəslində yetişdiyim üçün bütün terminlər mənə çox doğmadır və bunlara qulağım alışıb artıq. Bacardığım qədər deyilənlərin hər birinə mən də riayət etməyə çalışıram. Nəinki özüm, ailəmlə bərabər. Çünki o sizin dedikləriniz, bu informasiyaları mən artıq illərdir evimdə eşitdim və hər dəfə də təsdiqini tapır. Bugün biraz da daha artıq informasiyanı aldım və istəyirəm ki, hər tərəfli insanlarımız gərək bir tək məsəl üçün bir dişlə, bir dəri quluğu, bütün bunlar hamısı zəncirvari bir-birinə bağlı olduğu üçün. Bacınızın adı necədir? Aytən. Aytən xanıma da biz hörmətlərimizi, sevgilərimizi göndəririk. Can, təşəkkür. İnşallah yaxın zamanda sizlə birlikdə o da gələr proqramımıza, qonağımız olar. İnşallah. Bir sual vermək istəyirəm sizə. Yaxın bir 10 ildir də var, mən sizi belə qiyabi, amma son bir ilə yaxındır ki, şəxsən tanıyıram. Amma son 10 ildə, hansı ki, mən sizə kəşf etdiyim müddət ərzində, yəni efirlərdə heç olmasa belə qiyabi də olsa görürdüm, efir məkanlarında görürdüm və simanızda 10 il əvvəl necəsə indi də o cürdür. Yəni siz cizgiləriniz dəyişməyib də belə deyim. Hər hansı bir estetik müdaxilə eləməmişsiniz, əməliyyat baxımından onu bilirəm. Bəs o minimal toxunuşlar da eləmirsiniz? Minimal toxunuşları etmişəm və mənim əvəzsiz kosmetoloqum, yəni Allah hər birinizin canını sağ eləsin, Günay doktor. Yəni yüngül toxunuşlar edib və təbiiliyi bayaq söylədiyimiz kimi qorumaq şərti ilə, yəni hələ ki wow bir əsaslı dəyişikliklərə ehtiyac duymadığım üçün yaşım da yəqin ki hələ ki ona yol vermir, müəyyən əsaslı bir o deyək müdaxilələr üçün də. Müəyyən toxunuşlar etmişik və ən əsası hər kəs soruşur məndən. Bilirsiniz, bütün bunların başlanğıcı mən elə gəlir ki, mənim kilo atmamdan başladı. 15 kilo çəki az çəki deyil. O yüzdən yəni bütün bunlar hamısı özdə qısa zaman kəsiyində deyil də, hardasa sağlam şəkildə 1 ilə yaxındır ki, mən bu çəkini atmışam. Bir verilişə baxdım, orada söylədilər ki, 25 yaşınız var, təsəvvür edin ki, siz 50 yaşına çatanda hər il 2 kilo artsanız, bu necə nəticə verə bilər də? 50 kiloyamsa, yəni 60 kiloyamsa 25 ildən sonra üstünə biraz da çəki gələndə insan başqa cür olur. Amma təsəvvür edin ki, siz ildə cəmi 1 kilo deyirik, çox yox, 1 kilonu atsanız 25 ildən sonra siz daha gözəl görünə bilərsiniz. O qədər o fikrə takıldım, Türklər demiş, o qədər o fikir beynimə yerdi ki, dedim niyə də yox, mən niyə özümə zülüm eləməliyəm, ac qalmalıyam. Sağlam qidalanmaya keçdim, yürüyüşlərimi artırdım, minimum günə 10.000 minimum addımımdır, amma elə olur ki, maksimumum olub 31.000 addım, yəni ondan o yana artıq ata bilməmişəm. Amma sağlam şəkildə çəkimi atandan sonra gördüm ki, su başladım çox içməyə, dərimdə dəyişiklik hiss elədim və xanımlarımız, bəylər fərq etmir. Yəni özünüzə fikir verin, sağlamlığınızın qeydinə qalın. Bir deyim də var, yemək üçün yaşamayın, yaşamaq üçün yiyin. O yüzden qidalanmanıza da fikir verin, sağlamlığınızın qeydinə qalın, dişlərinizi də qoruyun, saçınızı da. Bunlar hamısı bizə həqiqətən də Allah Taala tərəfindən verilən əmanətdir. Bəli, nemətlərimizdir. Hansı ki biz onların qədrini bu yaşımızda bilmirik. Baxanda ki, qaraciyərimiz hansı funksiyanı daşıyır, biz onu bərpa eləməkdən ötürü xəstələrimizə şəfa diləyirəm Allahdan. Var ki, hansı ki sağlamlığa qovuşmaq istəyirlər, nələri verməzdim deyirlər. Nurlan xanım, elə bizim qonaqlarımızı da, mən özüm də, bizim dəyərli Günlərə xanımın da, bax üzümüzdə nələrə ehtiyacımız varsa deyin, onu da eləyək.
Sizcə, məsələn, bax, elə Leyla xanımdan başlayaq. Çox minimal toxunuşlar eləyib. Leyla xanım o qədər özgüvənli xanımdır ki, yəni məncə elə ondan başlasaq da olar, problem deyil. Sevə-sevə. Heç bir zaman, yəni mən bütün tənqidlərə, bütün fikirlərə Tənqidə açıqsınızsa, o demək ki, inkişafa meyillisiniz. doğrudanmı? Bəli, bəli, Mən bəli. eşidirəm sizi. Olarmı yaşınızı öyrənim? 39 yaşım var. Mən də öz yaşımı heç vaxt gizlətmirəm. Yox, Yəni bu heç ilə də. qürur duyuram. Ona görə Bəli, düşünürəm bəli, ki, sizə də bir Mən bu yaxşı kompleksiya başlayım, Nurlan xanımın yaşını üstündə. Can, Allah ömür versin. Allah sizə də ömür versin. Belə əslində xanım çox gözəl görsənir. İndi bilirsiniz necə, ən azından da olsa biraz indi makiyaj var, tonalini var, Bəli, bəli. dəridə parıltı var. Tam Efirə görə. görə bilməm. Ancaq onu deyə bilərəm ki, üz konturları ki, mən həssasam, yerindədir, bəyəndim və buxaq qismi də normaldır. Bunlar var. Ancaq düşünürəm ki, makiyajsız halda dəri tonu bəlkə də o qədər parlaq deyil. İndi onu özünüz bilirsiniz. Bilmirəm. Əksinə, yəni ki, mən əksinə tonal kremdə öz dərimi bəyənmirəm. Gündəlik həyatda makiyajsız gəzən insanam deyə nəsib olarsa verilişdən sonra mən Onda əla. Əgər göstərə bilərəm makiyajsız sizə, bir can. parlaqlıq varsa, Hə, normaldır. bəli, mən çünki göz altında hər şey normal, yəni belə bir şey görmürəm. Hələ nəzərə alaq ki, biraz az yuxumuz olub bu gecə. Əlbəttə. Yuxudan sonra səhər tezdən insan dərsi bir başqa cür olur. Daha şişman, ödəm olmuş Ödəm olur da. olmuş, Hə, bəli, o bəli. yüzdən təşəkkür edirəm fikirləriniz Buyurun, üçün. buyurun. Çox sağ olun. Xoş Həmişə Fidan gözəl xanım da qalın. bəs. Fidan xanım da gözəl stomatoloqumuzdur. Çox təşəkkür edirəm. Mən düşünürəm ki, biraz buxaq, yəqin məndən razılaşar. O da belə qıraqdan biraz görünür, amma xanımı korlamır. Hə, buxağı mən dedim, buxaq. Hə. Belə gənc gözəl xanımdır, hər şey qaydasındadır. Biraz da bu burada yüngül brilyalar əmələ gəlmək istəyir, amma hələ yoxdur. Belə. Gəlsə, ona foracam özü istedik cərrahlayım. Gəlsə, Yox, hələ cərrah üçün tezdir, gəncdir, bəli. Günlərə xanımı da axırda özümü saxlamışam deyəm. Günlərə xanım da bizim dəyərli Əlişi bölməsinin özəl qonağında bəs. Necədir vəziyyət? Heç nə eləmir bu günə qədər deyir. Uzaqdan görürsüz də bilirəm təxmini. Normal, yaxşı. Hər şey Daha gözəl. da yaxşıdır. Bəs bu yaşında bütün prosedurları eləməyə cəhd eləyən məndə nə problem var? Nə eləsəm daha gözəl ola bilərəm sizcə? Siz zaten gözəlsiniz. Mənə elə gəlir ki, bilirsiniz, həmişə xanımlar bilir də, niyyət nə var onu deyərəm. Kiminsə xoşu gəlməyi, kiminsə inciməyini onu qoyuram bir qırağa. Əgər məndən soruşulursa və mənim fikrim dəyərlidirsə, mən də sözü havaya atmıram. Mən olduğunu deyirəm. Sizdə idealdır vəziyyət, kiçik müdaxilələr eləmisiniz və nə lazımdır olunub artıq. Bundan artıq bir şey etməyin. Bu mənim sizə məsləhətimdir və yaşınız da çox gəncdir. Siz gözləyin Allah qoysa 45 üzəri olanda 48. Aha, bir dənə də bir şey var Gülnar xanım. Baxın, biri var sizin yaşınız, biri var dərinizin fizioloji yaşı. Bu fərqli şeylərdir. Əlbəttə. Xanımlar var, gəlir 40 yaşı var, dərinin fizioloji yaşı 50 üzərədir. Xanım var 50 yaşındadır, 35 plus proqram eləyirəm. Çünki həm genetikası güclüdür, həm dərinin elastini yerindədir. Çünki dərinin turqırını saxlayan elastinovi voloknalardır da belə. Burulğan bir belə el dilində deyim, iplər kimi o sağ. Yəni elastin azalanda dəri boşalır və bir də ən əsas məqama toxunmaq istəyirəm. Xanımlar 40 yaşından sonra bilirik də hamımız yaşlanmağa gedir. Burada artıq gravitasionный ptoz, yəni yer cazibəsi olaraq gravitasiya baş verir. Və əgər həddindən artıq çox, bax bunu deyirəm ki, efirdən bilsinlər, fillerləri çox edərlərsə, o yumuşaq toxumlara oturur. Çünki filler özü sudur, giluron turşusu sudur. Və bədəndə olan suyu özünə çəkir. Yəqin ki, razı olarsınız. Və fillerlər yumuşaq toxuma oturanda istər-istəməz üz başlayır aşağı sallanmağa. Ona görə hər şey qədərində olur. Can, bəs dərimizi gözəlləşdirməkdən danışdıq. Dərimizi qocaldan, dəri yaşımızı qocaldan təsirlər hansılardır? Bura qida da və yaxud da ətraf mühit də, müəyyən yaşadığımız hadisələr və yaxud stress faktoru ola bilər. Yəni, hansı əsas amillər dərimizi qocaldır yaşından tez? Bu amillər az deyil. Əslində sıralasaq, stress ilk növbədə. Yəni, dərini qocaldan stressdir. Minimum 8 saat, 9 saat insan yatmalıdır və bu yuxu vaxtı saat 11-dən geç olmamaq şərti ilə. O sırada biz 1 saat 1-də yatırıq. Bəli. Və bir çox xanımlar var ki, siqar istifadə eləyir. Zərərli vərdişləri var ya, alkol istifadə eləyir. Bu da birbaşa qocalığın əlamətidir. Təbii ki, bunlar əgər heç biri yoxdursa
günəş qoruyucu krem istifadə eləmək şərtdir. Əgər dəri pigment ləkələrinə meyillidirsə, bütün fəsil istifadə olunmalıdır. Yox, əgər ləkələri yoxdursa, qış fəslində 15-20 faktor SPF, yay fəslində artıq 30 üzərə SPF istifadə olunmalıdır. Və ən yaxşıdır ki, bu SPF-lar təbii ki, mineral filtrli olsun, fiziki filtrlər olsun. Çünki kimyəvi filtrlər təbii ki, məsamələri də sıx doldurur və eyni zamanda üzdə səpkilər əmələ gələ bilər. Çox gənc yaşda, hansı ki, hal-hazırda sosial şəbəkədən dolayı, yoxsa bilmirəm, estetikanın bu qədər viral olduğu dönəmdən dolayı, gənc yaşda estetik müdaxilələr kifayət qədər çox sayıldı. Bu bir sağlamlıq riskidirmi, yoxsa bu bir seçimdirmi? İstəyəcəm bu haqqda fikirlərinizi bildirəsiniz ki, sağlam yanaşma sayılır bu erkən yaşda müdaxiləmə, yoxsa riskli bir addım kimi sayılır? Hansı yaşda nəzərdə tutursunuz? 20 yaş, 18 yaş, indi günümüzdə 18 yaş. Müdaxilələr deyərkən nəzərə tutursunuz. Botoks dolğu, mütləq. Və yaxud da 20-li yaşlarda üzgərmə əməliyyat eləyənlər var. Bəli, dünən qəbulumda çox gözəl bir xanım oldu. Ümid eləyirəm ki, o bizi izləyir, çünki bilir ki, bugün efirdəyəm. İlk dəfə yanımdaydı. Xanımın 23 yaşı var, Gülnar xanım. 23 yaşı var, toyu olacaq, ayın 29-u. Və üz tutdu mənə ki, Nurlanı xanım, mən çox həssas biriyəm, üzümü heç kəsə etibar eləmirəm. Çox araşdırandan sonra qərar verdim və ilk dəfə gəldim sizlə məsləhətləşim. Xanımın 23 yaşında artıq 22 yaşında o botoks etmişdi. Və mən ona sual verəndə ki, siz belə gözəl xanımsınız. Bunu mən deməyə bilməzdim. Xanım üzünü çörüb çıxıb getsəydi də, mən bunu deməliydim. Siz bu cür gözəl xanımsınız, siz niyə botoksa müraciət edirsiniz? Hansı probleminizə görə? Mənə göstərir ki, xanım yüngül, göz qırağı, göz ətrafı qırışları var. Ancaq deyir, eləmişəm, yenə də açılmayıbdır bu. Deyirəm, əzizim, bu botoksun günahı deyil, bu fiziologiyadır, bu normaldır, qaz ayaqları deyil, bu yüngül qırışlardır. Baxın, mimik, necə ocumuzun içində çizgilər var. Burada da bir çizgilər olmalıdır, əzizlərim, olmamağı anormaldır, normal deyil. Və biz prosedura start verdik, təbii ki, ancaq göz ətrafı istədi xanım məndən. Və inanın səmimiyyətimə, şəkillər məndə var. O qədər gözəl, saat yarıma biz nəticə aldıq ki, xanım çox məmnun getdi və toyundan sonra bir daha gəlməyini arzu eləyəndə mən birdən ona tövsiyədə bulundum. Dedim, bir dəfə eləyibsən, qızım. Çünki mənim oğlumdan da yaşda kiçikdir, mən ona elə müraciət elədim. Dedim, eləyibsən, ancaq bir də eləmə. Botoksu o vaxt eləmək olar ki, mən başa düşürəm, xanım gəlib, artıq onun qırışları zalomdur, yəni kəsik salıb. Çapıq toxma kimi. Çapıq toxmadır, mən başa düşürəm. Bu gedir botoks eləyir və bilirik ki, botoks 14 gün ərzində təsir eləyir. Əlbəttə, mənim subyektiv fikrim, mən bilirsiniz ki, botoksun ümumiyyətlə əleyhinəyəm, çünki botulotoksindir. Yenə deyirəm, bu mənim öz fikrimdir. Ancaq göstəriş olandasa, bəli, get elə. Ancaq gənc bir xanıma ki, onun heç bir göstərişi yoxdur və kosmetoloqun onu etməyinə mən heç cürə qəbul eləyə bilmirəm. Mənim də qızım olsaydı və 22 yaşında qızım olsaydı, o müraciət eləsəydi, mən əlbəttə ki, qoymazdım. Əslində, erkən yaşda müdaxilələr günümüzdə çox dəbdədir. Çox da müraciət edilənlərin sayı çoxdur və Fidan xanım, əminəm sizə də bu cür müraciətlər olur. Erkən yaşda, 20-li yaşlarında zirkon qapaqlar, vinyer, lüminyer qapaqlardan istifadə edir. Hansı ki, məsələn, xanımın öz dişləri çox gözəldir və çox yaşı da azdır. Deyir ki, dişlərim gözəldir, amma daha da gözəl olması üçün vinyer qapaqlar istəyirəm tətbiq edeyim. Bu haqda istəyirəm fikirlərinizi bildirəksiniz Fidan xanım. O zaman mən də xanım dediyi kimi, mütləq şəkildə Nurlan xanımın dediyi kimi anamnez toplayıram ki, bunun psixoloji tərəfləri hardadır? Nəyə görə xanım bunu etmək istəyir? Kiminsə sözünə görə öz gözəl dişlərini təbii ki, mən o yaşda qəbul etmirəm. Hətta belə pasiyentlərimiz olur. Nurlan xanım, Gum Smile deyilən bir anlayış var, damaq gölüşü və müraciət eləyirlər. Mən onları belə istəmirəm, damaqlarımı kəsək falan. Mən deyirəm, 25 yaşından tez bu müdaxiləni, yəni o Gum Smile orada botoks olunmalıdır. Onu belə tövsiyə etmirəm, çünki bir seminarda eşitmişdim ki, 25 yaşından sonra biz bunları edə bilərik.
bilərik. Çünki hələ əzələ özünü tutmayıb, hələ bir dişlərimiz özü, ağıl dişlərin hələ çıxmayıb, ağzında yoxdur. O zaman onlar gələndə daha da sıxlaşma olacaq, falan olacaq. Bunları ümumiyyətlə əleyhinə oluram. Yaşlarına uyğun onlara prosedur eləməyə çalışıram. Təbii ki, heç nə Allahın bizə verdiyindən gözəl eləyə bilməyəcəyik. Orada əgər sizdə bir sıxlıq varsa, bunun səbəbini araşdıraq. Bəlkə burun tənəffüsünüzdə bir problem var, bəlkə genetik faktordur. Bunları araşdırırıq. Təbii ki, mən deyə bilmərəm ki, yox, 20 yaşındadır, bu gəlib, mən buna heç vaxt eləməyəcəm. O sözü deyə bilmərəm. Çünki hal-hazırda bir pasiyentim var, açıq dişləmi idi, endemik zonadandır, Qəbələ zonasındandır. Bu bölgələrdə xüsusilə suda ftor və yod çatışmazlığı var. Onların dişləri çox pis vəziyyətdədir və o dişləri ən azı daha irəli yaşlarına daşıya bilməyimiz üçün biz qorumaq naminə bəli, qapaq eləyirik. Amma dişim gözəldir, rəngi xoşuma gəlmir. Bunun başqa prosedurları var. Bu elə sosial şəbəkənin təbii ki, üstün cəhətləri olduğu kimi çatışmayan cəhətləri də çoxdur ki, bu məlumat almadan bunu belə istəyirəm, şəkil gətirib həkimə göstərməklə ki, istəyirəm. Məsələn, təbii ki, gözəllik anlayışı, uca boy, incə bel, bu təbii ki, gözəl Hollywood stili, gözəl gülüşlər. Gözəl gülüş, bu bir standartlar var. Amma əgər biz boyumuz çox hündür deyilsə, əgər üz quruluşumuz oval və yaxud da yumrudursa, sən gətirirlər, mən uzun dişlər istəyirəm. Axı o sənin simana yaraşmayacaq. Sən bunu istəyə bilərsən. Biz axı müalicənin sonunu görməmiş ümumiyyətlə həkimi müalicə başlamağa düzgün deyil. Mən belə həmişə fikirləşirəm. Mən baxıb bu müalicənin sonunda nəticə ala bilməyəcəmsə, o müalicəyə başlamamağı tövsiyə edirəm. Və pasiyent bizə gəlir, amma pasiyent də sonunda nə deyir? Mən bilmirdim axı, həkim siz idiniz. Bu da var. Bu cür hallarda. Bəli, ona görə də həkim, pasiyent çox desə belə, həkim sadəcə öz düz bildiyi protokoluna uyğun getməlidir. Gözəllikdən danışırıq. Əslində bizim əl işi bölməmizdə gözəlliklər yaradıb bizim dəyərli Gülnarə xanım. Elə ora keçmək istəyirəm. Çünki dediyim kimi artıq orada müəyyən toxunuşlar. Burada necədir vəziyyət? Çox gözəl görsənir. Çox gözəl görünür, həqiqətən çox gözəldir. Əliniz qolunuz var olsun. Baxın. İcat. Nə oldu İcat'a yəni? İcat bugün bu əl işlərindən gözəl-gözəl zövqümüz oxşayacaq. Təsəvvür edin, bunu cəmi 15 dəqiqə hazırladı da bizim Gülnarə xanımımız. Gülnarə xanım, boş vaxtlarınızda nə edirsiniz və bu işlərinizdən əlavə? Yəni, harada, necə istirahət edirsiniz? Yəni, istirahət anlayışınız necədir? Mikrofon yaxındır. Desəm ki, istirahət etmirəm, bəlkə də inanmarsınız. Amma istirahət etməyə ümumiyyətlə vaxtım olmur. Çünki uşaqlarla Qaçaqovda oluruq. Sonra öz işlərim, axşam. Yəni, ümumiyyətlə, belə deyək də, zövq aldığınız istirahət hansıdır? Yalnız öz otağım. İş otağım. İşlərinizi görəndə zövq alırsınız. Bəli, öz iş otağımda sanki hüzur tapıram. Musiqi dinləyirsinizmi, yoxsa? Kinolara baxa-baxa işləməyi çox xoşlayıram. Yəni, ancaq rahatlığı öz otağımda tapıram. Bəzən tez işlərimi bitirib öz otağıma keçməyi istəyirəm ki, yəni ancaq orada sakitlik olur, orada rahat oluram. Hüzur orada tapıram, öz işimdə. Əslində, işdən zövq almaq, öz işimdən zövq alıram. Bu ayrıca bir gözəllikdir, həqiqətən də. Bayaq bir çox mövzulardan danışdıq, yeniliklərdən danışdıq. Bu arada bizim sosial şəbəkə hesabımız aşağıda qeyd olunur. Dəyərli izləyicilərimiz, ələxsiz dəyərli xanımlar, bəylər, əslində Sumqayıt şəhərində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın dörd bir tərəfində bizim çatdırılmalarımız var. Ümumiyyətlə, sifarişlər daha çox hansı bölgələrdən olur? Yalnız Sumqayıtdanmı, Bakıdanmı, yoxsa bölgələrdənmi? Daha çox Sumqayıtdan olur. Yəni, öz yaşadığımız yerdən daha çox sifarişlərim olur. Bakıdan da olur, müxtəlif rayonlardan da olur. Hətta xaricdən belə sifarişlərim olur. Poçt vasitəsilə göndəririk. İşiniz avamda olsun, işlərinizdə uğurlar. Bayaq biz musiqidən danışdıq. Bəlkə elə musiqi dinləyək. Leyla xanımın gözəl ifası ilə bəlkə ruhumuz biraz dincəlsin. Dəyərli səs rejissorumuzun təsdiqi varsa, mən istəyəcəm Leyla xanım İdrisova
Səhnəmizə keçid alın. Elə gözəl musiqi altında da burada bayaq danışdıq ki, gözəl musiqi dinləyəndə istirahət eləyirik. Həqiqətən demək istəyirəm ki, sayənizdə belə ruhumuz dincəlsin, zövqümüz daha da gözəlləşsin. Səhnə sizin. Bahçalar arasında koşa gezdi. Akşama can yorulmazdı, incimezdi. Bulut öter ulduzakar biz bakardık. Ne bəxtiyardı. Ay dolandı, il dolandı, öttü zaman. Sonbaharda aramızı kesti duman. O günleri hatırlaram, hatırlaram. Ne bəxtiyardı. Ey alovlu günlerim, kalbimde yurt salan sevincim, kederim. Ah neleri, neleri taptık, bitirdik. Ey alovlu günlerim, kalbimde yurt salan sevincim, kederim. Ah neleri, neleri taptık, bitirdik. Ah neleri, neleri taptık, bitirdik. Herden o günlerim düşer yada. Şebet iller zaman zaman ağarsa da. İller ötür o günleri hatırlaram. Ne bəxtiyardı. Ay dolandı, il dolandı, öttü zaman. Sonbaharda aramızı kesti duman. O günleri hatırlaram, hatırlaram. Ne bəxtiyardı. Ey alovlu günlerim, kalbimde yurt salan sevincim, kederim. Ah neleri, neleri taptık, bitirdik. Ey alovlu günlerim, kalbimde yurt salan sevincim, kederim. Ah neleri, neleri taptık, bitirdik. Ah neleri, neleri taptık, bitirdik.
Mükəmməlsiniz. Təşəkkürümü bildirirəm. Leyla Ölməz xanım. Ələkbər Tağıyev bəstəsi. Bu nə şedevr idi belə? Can, İndi gəl bu təşəkkür ifadan edirəm. sonra efir apar. Ay, yox. Pozitivə köklənək Gözəl. əsərim. Yəni bu klassikadır. Bəli, bəli, Klassika heç vaxt aktuallığını itirmir. Hər zaman öz aktuallığını qoruyub saxlayır və mən çox istərdim ki, gənclərdə, bir halda ki, pedaqoqam mən, yəni mən istəyərəm ki, peşəkar musiqilərdən bəhrələnsinlər və unutmasınlar. Çünki bu mahnılar ifa olunmalıdır ki, gələcək nəslə də ötürülsün və onlar da unutmasın bu Zövqləri mahnıları. gözəlləşmiş Bəli. olsun. Çox gözəl həqiqətən də, çox gözəl bir ifadır. Mən düşünürəm ki, şedevrdir, klassik bir şedevrdir və o ifanı layiqincə gözəlləşdirmişsiniz. Sizin səsinizin o gözəl çaları daha da gözəl rəng qatıb. Bir araşdırma eləmişəm mən bugünkü efirə hazırlaşmaq üçün və dişlərlə bağlı maraqlı statistika ortaya qoymuşuq ki, heç bir iki insanın diş izi eyni deyil. Bilirdinizmi bunu? Parmaq izimiz olduğu kimi diş izimiz də individual imiş. Qidanın üzərindəki duruşunu. Bəli. Mən onu bilmirdim Fidan. Həqiqətən stomatoloq dostum maşallah elə əyləşib yanımızda, amma mən bilmirdim. Elə bilirəm ki, yalnız barmaq izimiz individualmış. Sən demə, diş izlərimiz belə individualıymış və diş minası bədənin ən sərt maddəsidir. Karies yoluxucu bir xəstəliymiş, sən demə. Onu da bilmirdim. Törədiciləri Və var. sümüklər, orqanizmimizdəki bütün sümüklərimiz bərpa oluna bilər, amma diş minası heç vaxt bərpa oluna bilmir. Bəli. Odur ki, heç vaxt bərpa oluna bilməyəcək bu diş minamızı, dişlərimizi və bədənimizin ən sərt toxuması olan bu diş minasını vaxtında qeydinə qalaq, vaxtında dəyərini bilək. Ona görə o dişlərimizlə qoz, fındıq sındırmaq, onları bəlkə boşa salmaq olmaz. Yəni Görün Allah Teala biz nə qədər mükəmməl yaradıb. Eynən, eynən. İndi də hansısa bir dost mühitimizdə, yəni efirdən kənarda hər hansı bir sərt qida və yaxud da nəsə belə diş çöpləri dişimiz tətbiq edəndə Fidanın bir baxışı olur belə bizə. Bir baxışda Fidan. mənim yanımda heç olmasa bunu eləmir, olmaz. Hə, deyirəm stomatoloq dostum olmağının bir tərəfi də o tərəfi biraz belə sual şərəsilə deyə heç nə dişlə bağlı heç eləyə bilmirəm də bildiyiniz. Amma həqiqətən də gözəl təbəssümün sirləri də gözəl dostlarımızın, gözəl stomatoloqlarımızın olması da elə ortodontoloji tərəfdən danışmışkən müasir ortodontoloji prosedurların belə deyim də, yəni əlinin çatdığı, gücünün yetdiyi bu məqamlar haqqında istəyirəm ki, müasir ortodontologiya hansı texnikalarla təzələnib, yeniliklər nələrdir ortodontoloji mövzularda? Artıq bütün sahələr, tibb sahələri çox irəlidir, amma xüsusilə stomatologiya və ortodontiya da onun bir qolu olaraq çox sürətli inkişaf eləyir. Mən onu qeyd eləmək istəyirəm ki, əvvəllər çıxan və yalnız çıxmayan aparatlarla, 12 yaşa qədər çıxan aparatlar, 12 yaşından sonra isə çıxmayan aparatlarla yalnız belə deyim, dişləmin funksiyalarını düzəldə bilirdiksə, indi bunun təbii ki, bütün sahələrə aid deyil, bütün patologiyalara aid deyil, amma artıq şəffaf plaklar deyirlər, kappalar, şəffaf kappalarla bəzi diş əyriliklərini düzəltmək mümkündür. Çənə münasibətlərini çox da yox, bunun üçün bizə mütləq çıxmayan aparat lazımdır. Amma xüsusilə burada onu vurğulamaq istəyirəm ki, çıxan aparatlarla müalicə eləyən pasiyentlər nəzərə almalıdırlar ki, çıxan aparatlar 22 saat taxılmalıdır. Yəni onlar düşünürlər ki, istədiyim zaman çıxardıb taxacam. Buradan bir mesaj göndərmək istəyirəm. Çünki müraciətlər çox olur. Paylaşımlardan, sosial şəbəkələrdə görürlər. Deyirlər ki, artıq breket istəmirəm, işimlə əlaqədar və yaxud da ki, estetik baxımla əlaqədar, qulluğu çətindir falan. Çıxan aparatlarla rahat qida yeməyinə düşkün insanlar bir millət olaraq çox sevirik qidalanmağı və qidalanmaq, sonra o dişləri fırçalamaq mənim üçün əziyyətdir. Bunu necə düzəldə bilərik? 2-3 dişimdə sadəcə cərgə anomaliyası var. Bunu bəli, şəffaf kappalarla düzəltməyimiz mümkündür, amma bunu şəffaf kappanı alıb evdə qoysaq o düzəlməyəcək. Onu biz taxmalıyıq. Yəni pasiyentlər üçün bunu çox önəmlidir. 22 saat taxılmalıdır. Görsənmir, şəffafdır, öz işini sadəcə görməklə məşğuldur. Yetər ki, siz onları taxın. Bəli. Sonra çənə anomaliyaları normalda biz yuxarı və yaxud da aşağı çənə böyük olurdu. Təbii ki, 18 yaşa qədər vaxtında müraciətlərə aiddir bu ki, biz cərrahiyyədən qaçına bilək. Bunun üçün artıq mikroimplantlar var. Mikroimplantlar çənə sümüyünə bağlamaqla yuxarı və yaxud da aşağı çənəni önə, arxaya edə bilirik. Bu da bizim stomatologiyanın və ortodontiyanın bir müasir uğurlarındandır. Və mən demək istəyirəm ki, vaxtında müraciət etməklə biz
bir çox cərrahi bəzən belə olurdu, genetik faktor idi və biz deyirdik ki, biz cərgəni düzəldəcəyik, amma çənəyə biz müəyyən müdaxilələr eləyə bilməyəcəyik. Amma hal-hazırda bunu altını çizərək deyə bilirik ki, müasir əldə etdiyimiz biliklər, mikroimplantlar, şəffaf qapmalarla biz sizi bir çox problemlərdən azad eləyə bilirik. Aha, ən əsası da heç olmasa ayda 6 aydan bir də təfəssüs dişlərin o diş gigiyenası sayılırdı da, ümumi professional təmizləmə. Hə, gigiyenik prosedur, ağartma başqa, amma ağartma ilə bağlı müraciətlər çox gəlir. Evdə və yaxud da insanlar özləri müəyyən o sodalardan, limonlardan istifadə edərək, onların nə qədər ziyanı var? Təbii ki, minanı aşılayır. Minanı. Əgər mineral çatışmazlığı olan minadırsa, xüsusilə çatları olan, eroziyası olan, faza bənzər qüsuru olan, müəyyən sərt toxuma defektləri olan bir minadırsa, onları biz hər hansı kimyəvi maddə ilə müdaxilə eləyəndə o çatı dərinləşdiririk, minanın aşılanmasına səbəb ola bilirik ki, nəticədə başqa daha həssas dişlərlə rastlaşırıq. Yəni, ev şəraitində bunları etməyi çox da tövsiyə etmirəm. Çünki biz bilmirik ki, onun yaranma səbəbi nədir və biz bunları mineral maddələrlə, bilmədiyimiz mineral maddələrlə sadəcə belə deyim də, türkəçarələrlə etməyə çalışırıqsa, burada özümüzə xeyirdən çox, daha çox ziyan görə bilərik. Bəli, burada minerallarla təmizləmək yox. Təbii ki, mən də bəzi, siz dediyiniz kimi, müraciətlər var. Diş tonum məni qane etmir, qapaqlamaq. Qapaqlamaqdansa, təbii ki, müəyyən qədər prosedurlar bizə imkan verir ki, 3 tona qədər dişin rəngini açaq. Bunun üçün zoom aparatlarımız var, bunun üçün başqa kimyəvi ağartmalarımız var. Bu, professional təmizləmə sayılmır. Bu, estetik ağartmadır. Professional təmizləmə zaten 6 aydan bir olunmalıdır. Çünki, dediyim kimi, fırçanın keçə bilmədiyi yerlər var. Amma biri də var ki, bizim diş tonumuzun rəngi bizi qane eləmir. Biz bu zaman kimyəvi ağartmaya və yaxud da aparatla ağartmağa, zoom aparatı ilə ağartmaya müraciət edirik. Yenə də bunu demək istəyirəm, 6 ay çəkir. Bunu uzatmaq tamamilə pasiyentin əlindədir. Rəngləndirici qidalardan, içkilərdən uzaq durmaqla, şərti çay, qəhvə, rəngləndirici bu enerji içkiləri falan, bunlar dişin rəngini tez pozurlar. Onların istifadə etməməklə bunların ömrünü uzada bilərlər. O zaman biz bu yollara gedirik. Amma müayinədən sonra mina bizə buna imkan verirsə, həssas dişlərdə pasiyent durub kreslodan getdiyi olsa belə, sonradan mənə sağ ol deyəcək. Gedib haradasa elətdirsə belə, o çox narahat olacaq. Çünki həssaslaşacaq, hiperesteziyaya yaxalanacaq, həssas dişlərlə nə yeyə biləcək, nə içə biləcək. Bu, nəfəs ala belə bilməyəcəklər. Yəni, hər kəs o gigiyenik qaydaları qorumalıdır. Bəs hər kəsin mütləq şəkildə öz şəxs təcrübənizə sizə istəyirəm, Nurlana xanım, cavablandırasınız ki, hər birimizin mütləq eləməli olduğumuz prosedur hansısa prosedurdur ki, hər kəsə o proseduru tövsiyə edirsiniz? Hər kəsə tövsiyə edirəm ki, təbii ki, bu nəmlənmə prosedurundan əlavə, üst təmizlənmə və nəmlənmə prosedurundan əlavə mütləq ev şəraitində peelinglardan istifadə eləsinlər. Bu, bütün növ dərilərə aiddir. Ancaq hansı peelinglardan? 2 növ peeling. Enzim peeling və peptidli peeling. Bəli, peptidin də öz peelingi var. Enzim peelinglar nəyə görə? Bunların tərkibində əsasən papaya turşuları olur. Deməli, sərt dənəciklər olmur. Olmadığına görə hətta hiperhəssas dəridə enzim peelingi istifadə edə bilər. Çünki abraziv hissələr olan peelinglar, onlar daha köbud, yağlı, məsaməli, qalın dəri üçündür. Ancaq enzim peelinginin tərkibində papaya, vitamin C olduğu üçün bütün dərilər istifadə edə bilər. Eyni zamanda apkatka, skatka ya apkatka. Bunu da həftədə 2 dəfə yağlı, qarışıq dərilər istifadə edə bilər. Ancaq quru dərilər qamajlardan istifadə edə bilər. Yəni, enzim peeling, qamaj bu quru dərilər üçün və bütün növ dərilər üçündür. Və o birisi sadaladığım bayaq yağlı dərilər üçündür. Və ən əsası mən vurğulamaq istəyirəm ki, bayaq çox gözəl bir söz dediniz. Dediniz ki, indi dəbdədir filan prosedurlar. Fəlakətimiz ondadır ki, biz dəbdə olanın arxasıca gedirik. Dəyərli xanımlar, dəbdə olan yox, sağlam olanı seçin. Dəbdə olan yox. Dəbdə bir çox şey ola bilər. Dəb dəyişəcək mütəmadidir. Dəyişəcək. Ancaq sağlamlığa gedən yol gözəl həkimimiz düzgün vurğuladı. Ümumiyyətlə, bütün danışıqlarında mən uzun illər üst çənə cərrahiyyəsində çalışmışam.
Və bilənlər bilir ki, çox böyük məktəbim var mənim. Bizim Allah rəhmət eləsin Teymur Babayevlə, Bəli, Üstçənə Cərrah kafedrasının müdürü Çingiz Rəhimovla çiyin-çiyinə və bu gözəllik sektorunda az da olsa, çox da olsa bugünkü adıma görə öz arxamdakı illər, maşallah gününüz olsun, təcrübəmə borcluyam. Elə bir həkimlərlə işləmişəm. Paşa Qəlbinurla işləmişəm. 2 il Paşa Qəlbinurla cərrahiyyədə, 7 il üst çənə cərrahiyyəsində. Yəni bunları azdan çoxdan mütəxəssisi olmasam da, amma azdan çoxdan bu məktəblə böyümüşəm və düşünürəm ki, bütün bizim dəyərli doktorlarımız dediyini mən elə özünə də sual vermək istəyirdim, əgər imkan varsa burada. Doktor, bu diş ərpinin təmizlənməsi. Səhv eləmirəmsə 6 ayda bir olmalıdır. Buna necə baxırsınız? Bu olmalıdırmı? Mütləq olmalıdır. Bəli, mütləq olmalıdır. Çünki ağız suyu ilə qidanın bəzi qidalarımız sərtləşirlər və dişin üzərində müəyyən ləkələr əmələ gətirirlər. Bəzi qəbul etdiyimiz dərmanlar ağız suyunda həll olmurlar, onlar qara ləkələr əmələ gətirirlər. Bunlara aid hormonal preparatlar, qurd dərmanları və qan preparatları. Bunları qəbul edən pasientlərin dişlərində ərplənmə olur. Bu da bir özəl olaraq keçsin ki, onu karies kimi yox, o diş ərplərinin təmizlənməsi. Mən ona görə bu sualı verdim. Dəyərli izləyicilərin, bütün məni sevənlər, ilk növbədə dişinizin ərpini təmizləyin ki, o mərhələyə çatmayasınız. Ondan sonra artıq estetik ağarma, kimyəvi müdaxilələrə sonra keçin. Əvvəl təmizliyinizi qoruyun. Bəs bu tövsiyələrdən danışmışkən, heç vaxt heç bir xanıma, heç bir pasiyentinizə, xalqımızın gözəl xanımlarına heç vaxt tövsiyə eləməzsiniz o proseduru. Varmı elə bir prosedur? Əlbəttə var. Hansı prosedurlardır? Birinci, icazənizlə rus dilində və Azərbaycan dilində deyəcəm, nitsevoi lifting dünyada, dünya kosmetologiyasında özünü doğrultmadır. Bu ip sap askılarıdır. İlk növbədə onlar çıxanda dedilər ki, bu ancaq arıq üzlərə kömək eləyə bilir. Çünki qalın üzlərdə, ağır üzlərdə bu qırılır. Və dəfələrlə buna kifayət qədər sərmayə xərclədi xanımlar, nəticə sıfır. İkinci, bunu hələ Nurlana xanım bunun antireklamı getməyəndə demişdi səhifədə, baxsaz neçənci ildə və hər nə demişəm, hamısı öz yerini tıpış-tıpış tapır. Bu smas liftingdir. Smas lifting proseduru xanımlar etməyin. Artıq bir ildə onun reklamı getmir, zaten dayanıbdır. Smas lifting naqrevdir. Yəni epidermisi o dərəcədə böyük bir temperaturla istilədir ki, elə bir ki, siz əti sobaya qoyubsunuz da, mikrodalğalı sobaya qoyubsunuz. Bəli, və orada elə bir toxumlarda, yumuşaq toxumlarda rubets əmələ gəlir ki, çapıq əmələ gəlir ki, siz əvvəl düşünürsünüz ki, o çapığın nəticəsində sanki üzünüz dartılmış kimi olur. Ancaq 2 ay keçəndən sonra, sırf 40-60 gün keçəndən sonra görürsünüz ki, o yer daha da sallanmağa başlayır. Bu ikinci prosedurumuz. Üçüncü prosedurumuz da ki, mən kosmetologiyadan silərdim. Bu karbon peelingdir. Razısınız yəqin ki, hansı ki, heç kosmetoloji prosedur deyil, anlamsız bir şeydir. Qara bir maskanı çəkirlər üzə və başlayırlar onu hansısa spuşkalarla, lazerlə. Axırda görürsünüz ki, durursunuz güzgüyə, baxırsınız ki, el dilində deyəcəm, həmin aş, həmin kasa. Düşünürəm ki, prosedur. Əgər ikinci seansdan lüboy prosedur effekt vermədisə, durdun güzgüyə baxdın, wow demədinsə, o prosedur deyil. Bunun altında mən bir miyabi imzamı yazıram. Çox gözəl. O imzanı dəstəkləyirik və o imzanı çox sevirik. Və bir mövzuya toxunmaq istəyirəm ki, biz bayaq görüntülərimizdə qismən gördük. Bir neçə saniyədən sonra həmin o görüntüləri biz görəcəyik. Hansı ki, bir neçə gündən sonra, bugün ayın 25-idir. İnşallah 5 gün sonra, tam olaraq 1 may tarixində Gənclər şəhəri olan Sumqayıtımızda yerləşən İTM Medical Klinikasının tam olaraq 10 yaş tamamı olur. Bu münasibətlə başda təsisçi rəhbərliyi dəyərli dostumuz Elxan doktor Əliyev, klinikanın baş həkimi və klinikanın belə deyək də bu işləri üçün çox böyük əziyyətlər çəkən, eyni zamanda bütün belə deyək də o marketinq işlərini özlərinə götürən dəyərli baş həkimi stomatoloq ortodont Fidan xanım Rəcəbovaya, bütün heyətə təbriklərimi göndərmək istəyirəm. O sevgimi, hörmətimi göndərmək istəyirəm. 10 yaşınız mübarək olsun, dəyərli Fidan xanım və 10
yaş münasibəti ilə yalnız 1 may tarixi 2025-ci il tarixində bütün stomatoloji prosedurlara tam olaraq 10% endirimlərimiz var. Bura bütün növ stomatoloji prosedurlar daxildir. Odur ki, dəyərli izləyicilərimiz, müayinə, qeydiyyat və rentgendə tam ödənişsizdir. Əlaqə nömrələrimiz, sosial şəbəkə adreslərimiz aşağıda qeyd olunur. Mütləq öncədən qeydinə keçməyiniz vacibdir. Bu münasibətlə təbrik edirəm sizi və bütün klinikanın dəyərli heyətini, istər təmizlikçi xanımlarımızdan tutmuş, qeydiyyatçı qızlarımızdan, SMM əməkdaşlarımızdan, texniklərimizdən, bütün həkim kollektivinizin hər birini təbrik edirəm. İnşallah gün o gün olsun 50 yaşınızı bax efirdən təbrik eləyək. Sizdən də istəyəcəm fikirlərinizi bildirəsiniz, təbrikinizi eləyəsiniz Fidan xanım. Çox təşəkkür eləyirəm. Mən həmişə deyirəm, İTəyə mənim son 5 balamdır. Onun artıq 10 yaşı olur. Sanki dünən biz onu qurmuşduq, yaratmışdıq. Hər zaman danışanda da kövrəlirəm, bilmirəm niyə. Amma həqiqətən əziyyətli işin, sıfırdan bir işi ərsəyə gətirmək çox çətindir. Və artıq bugün 10 yaşımız tamam olur. Həm qürurluyuq, həm daha məsuliyyətliyik. Çünki artıq İşlərimiz artdıqca, işlərimizin keyfiyyətinə, yəni məsuliyyət daha artıq yüklənir. Ona görə də bilirəm ki, bütün məsuliyyətin altında İTEyə imzası ilə, belə qalın bir imza ilə dayana bilirik. Bunun üçün qürurluyam. Yaxşı ki, İTEyə var, yaxşı ki, belə bir klinikanı biz ərsəyə gətirmişik və bütün əziz həmvətənlərimiz və həmşəhərlilərimiz xüsusilə hər kəsi dəvət edirik. Mayın 1-i saat 9-dan axşam 19:00-a qədər bütün klinika olaraq sizin xidmətinizdə olacağıq. Müayinə, qeydiyyat və rentgen tamamilə ödənişsiz və bütün prosedurlara tamamilə 10%, 10 yaşımıza özəl olaraq endirim aksiyası ilə qarşınızdayıq. Xeyirli uğurlu İstədik olsun. ad günümüzü, bəli, təşəkkür edirəm. Sizlərlə qeyd eləyək. Mayın 1-cü günə düşür? 4-cü günə. 4-cü gün biz də oradayıq. İnşallah. Alacaq çiçəklərimizi, böcəklərimizi gələcəyik inşallah. Çox Leyla xanım, təşəkkür edirəm. bir addımlıq yoldur da gedərik. Gedək. Sevə-sevə. Sevə-sevə. Yəni gəlin də. daha çox yubileylərinizi 20, 30, 40, 50 ilinizi qeyd eləyəsiniz deyirəm. Bilirəm ki, çətin və keşməkeşli yollardan keçmişsiniz. Bu yola gəlib çıxınca 10 yaş əslində baxanda illər baxımından bəlkə də balaca görünür, amma o zəhməti onlar ki bilirlər, o 365 gün çalışan insanlar üçün çox böyük bir zamandır, böyük bir zaman kəsi idi. Ona görə yalnız və yalnız irəli uğurlar diləyirəm. Eynən. Mən istəyəcəm, bax, Gülnara xanım, ayın 1-i gedirik. İnşallah. Mikrofon götürünüzsə, ayın 1-i oradayıq. Mütləq. Ayın 1-i tiyada yer olmayacaq artıq, belə baxıram. Hamımız oradayıq, sevə-sevə inşallah. Bax, sizdən istəyəcəm soruşum. Sosial şəbəkədə kifayət qədər çox sayılı izləyiciləriniz var. Nə kimi rəylər gəlir, nə soruşurlar sizdən izləyiciləriniz? Yaxın mənə, yaxın dayanın, gəlin yanıma, hara uzaqlaşmayın. Əl işlərimlə bağlı maraqlananlar çox olur. Məsələn, bu işə həvəsi olanlar çox suallar verirlər, məsələn, hazırlanması barədə. Yəni, hər birinə də tam təmənnasız izah edirəm. Səbirlə, təmkinlə. İzah edirəm. Hətta dəfələrlə də deyirəm ki, məsələn, hazırlamaq istəyirlər, nəyisə anlamasaz, mütləq şəkildə müraciət edin. Başa salacağım sizə. Allah sizə hər zaman ucatsın, Çox Gülnara sağ xanım. olun. Biz də hər zaman yanınızdayıq. Əlimizdən gəldiyi qədər dəstəyi, nə əlimizdən gəlirsə hər zaman sizin yanınızda olmağa çalışacağıq. Bu çünki yenə də deyirəm, sizin həm şəxsi keyfiyyətiniz, həm əl işinizin mükəmməlliyi, ən əsası ailənizə bu qədər bağlılığınızın olmağı bir Azərbaycanlı xanımı kimi mənim üçün çox gözəl bir örnəksiniz. İnşallah ki, gələcəkdə uğurlarınızın ardı-arası kəsilməsin. İstəyəcəm sonda proqramla bağlı qısa olaraq bir son sözünüzü deyəsiniz izləyicilərimizə. Öncə sizə təşəkkür edirəm. Bura artıq mənim üçün doğma bir yer sayılır. Öz eviniz. Bəli. Bura gələndə həmişə sevinə-sevinə gəlirəm. Çünki çox doğmadır mənim üçün. Mən sizə təşəkkür edirəm. Dəstəyiniz üçün, ən əsası dəstəyiniz üçün çox təşəkkür edirəm. Nə xoş mənə ki, çevrəmdə sizin timsalınızda gözəl insanlar, yaxşı dostlar var. Yaxşı insanlar olsun. Təşəkkür edirəm bir daha sizə. Çox sağ olun. Bizim ətrafımızda yaxşı insanlar çoxdur. Bizim dəyərli qardaşımız Nicat bəy, hamısı, Murad, hamısı, Hikmət bəy, hamısı dəyərli dostlarımızdır. Çox təşəkkür edirəm sizə. Nicatın bugün hədə yemək olmuyor, bax, ac qalıb, əlbəttə. Sırğa taxarıq, bu heç olmaz, nə olacaq? Çox dərin təşəkkür edirəm xanımlar sizə. Sonda fikirləriniz varsa, son sözünüzü buyurmağınızı istəyəcəm. Leyla xanım, gəlin səhnəyə. Hər zaman siz son sözü səhnədə deyirsiniz. Nurlana xanım, sonda istəyəcəm fikirlərinizi bildirəsiniz. Proqramımızın yekununa doğru gedirik.
Dəyərli xanımlar, həmişə dediyim kimi, çalışın təbii olaraq gözəlliyinizi qoruyun. Gənçkən dərinizin, gözəlliyinizin qədrini bilin və düzgün prosedurlar edin. Əgər ehtiyac varsa o prosedurlara. Ancaq nə qədər gec başlasanız bir o qədər yaxşıdır. O təbiiliyinizi, o şarmınızı heç vaxt itirməyin. Sizin üzünüzdə sırf sizə xas olan bir cazibə, bir cəzzabiyyət olmalıdır. Bəli. Yəni, Nurlan xanım özünüzə həqiqətən də məxsus artıq olun. uzun illərdir ki, ölkəmizdə öz sözünü demiş və öz möhrünü vurmağı bacarmış peşəkar və təhsilli mütəxəssislərimizdən biri və ilk sıralardadır. Çox dərin təşəkkürümüzü bildiririk. Qızın da zamanınızı ayırıb gəldiyiniz üçün. Çox sağ olun. Axarıncı olsun. Gəlin gözümüzdə yeriniz var hər zaman. Dəvətiniz üçün təşəkkür edirəm Çox xoş sizə. Nurlan Çox xanım, xoş minnətdaram. oldu. Və dəyərli dostum, səhərimi açdığım, axşamı bağladığım, gecəmi sonlandırdığım və doymadığım çox dərin təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyiniz üçün. Həqiqətən bu verilişdə necə keçdi, necə axarlı oldu. Məhsuldar oldu ən əsası. Mən hər kəsə tövsiyə edirəm ki, hər səhərini xoş sabahla açsın, sonra diş baxımına yaxınlaşsın, sonra dəri baxımına yaxınlaşsın, sonra axşam şou proqrama gedib Leyla xanımı dinləsin. Şou proqrama gedəndə də qəşəng aksesuarlar taxsınlar. Bəzənsin, düzənsin. Necə gözəl vurğular. Bəli, aparıcı ilə dostluq eləyəndən sonra fidan. Mən artıq stomatolojimi özü görə nə qədər maarifliyəm, çünki dostum stomatologdur. Çox dərin təşəkkür edirəm. Ətrafınızda sağlam insanlar olsun, sağlam əqidədə, düşüncədə olan insanlar olsun. Bir də nəhayət çıxmaq istəyirəm ki, Nurlan xanım bayaq söylədi ki, sağlam olanı seçin. Buna da rəğmən sizə yaraşanını seçin. Yəni o dəbdədir deyib də getməyin. Dəbdə çox şeylər ola bilər, amma bəlkə sizə yaraşmayacaqdır. Ona görə sizə yaraşanını seçin. Leyla xanım sizə çox gözəl tövsiyələriniz üçün dərin təşəkkürümü bildirirəm. Fidan xanım, Dəli Nurlana xanım, Günlərə xanım, hər birinizə dərin təşəkkürümü bildirirəm. Biz də sizə təşəkkür Minnətdaram, edirik. çox sağ olun. Gəlin, gözümüzdə hər zaman yeriniz var və biz də xoş sabah olaraq bu günlük, bu həftəlik bu qədər deyirik. Sabah və birisi gün həftə sonlarının dəyişilməz proqramı telelayihəsi olan Gümrah Həyatla saat 16-17 aralığında yanınızda qarşınızda olacağıq. Leyla xanımın ifasına proqramımızı yekunlaşdırırıq. Xudahafiz. Dodağını yeyib durmam, dərd donunu geyib durma, eyni sözü deyib durma, son sözünü söylə mənə. Dodağını yeyib durmam, dərd donunu geyib durma, eyni sözü deyib durma, son sözünü söylə mənə. Artıq səbir gülüm solur, gözüm bulut kimi dolur, yaz günümdə yağış olur, son sözünü söylə mənə. Artıq səbir gülüm solur, gözüm bulut kimi dolur, yaz günümdə yağış olur, son sözünü söylə mənə. Söylə, söylə, söylə mənə, 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 son sözünü söylə mənə. Saf diline günah olan, şüphelere çıraq olan, üstüme bir silah olan, son sözünü söyle mənə. Saf diline günah olan, şüphelere çıraq olan, üstüme bir silah olan, son sözünü söyle